Salam əziz abituriyentlər. Bu gün mən sizə dövrü qanunu və dövr sistemi bölməsindən olan atomun quruluşuna aid hesablamalı testini izah edəcəm. Birinci sual. 15 protonu və 12 elektronu olan ion 2 elektron verdikdən sonra oksidaşma dərəcəsi neçə olar? Deməli, biz ilk öncə elementimiz olsun X. Proton 15-dir, protonu sola qeyd edirik. 12 elektron varsa elektron da sağa qeyd olunur və üstünün yükü təyin edirik. Deməli, 15-dən 12 gəlibsə, deməli, müsbət 3 yüklənib. Çünki 3 elektron verib. Verən də müsbət yüklənib. 3-ün verib, 12-si qalıb. Deməli, burada oksidaşma dərəcəsi ilə desə, indi müsbət 3-dür. Və 2 elektron verdikdən sonra oksidaşma dərəcəsi neçə olar? Biz də bilirik ki, verəndə müsbət yüklənir. İndi 2 elektron vermək deyənə biz üstdən gələcəyik. Bu 3-ün üstünə bu 2-ni gələndə eləyəcək 5. Amma aldıqdan sonra desəydi 2 elektron aldıqdan sonra alanda çıxılır. Alanda mənfi yüklənir deyə, alanda da çıxacaqdıq. Deməli, indi vermək dediyinə görə üstünə gəldim 2-nə oldu 5. Oksidaşma dərəcəsi olacaq, deməli, müsbət 5 B variantı. Keçək növbət suala. İkinci sualda bizə deyir ki, X40 onun kütləsidir. Deməli, müsbət ki, ionunda olan elektronların sayı xlor 17-35 atomda olan neutronların sayına bərabərdir. Deməli, yazırıq ki, X40 üstündəki müsbət, bir də xlor 17-35. Xlor 17-35 atomda olan neutronları bir də müəyyən eləyək. Deməli, 35-dən 17-ni çıxırıq, neutron olacaq 18. İndi bizə deyir ki, X ionunda olan elektron sayı bu xlordakı neutron sayına bərabərdir. Deməli, X-in də elektronu 18 olacaq. Sağ tərəfinə X-in 18 yazıram. Çünki bunun neutronuna bərabərdir. Onda X-in protonunu da müəyyən edək. Axı, üstündə müsbət yükləm, yəni 2 elektron verəndən sonra 18 qalıb. Deməli, proton 20 imiş, yəni. Proton 20 imiş, 20-dən 2-ni çıxan 18 qalıb. İndi neutron soruşur. Bizə deyir, X elementi atom nüvəsində neçə neutron var? Neutronu tapmaq üçün neyəcək? 40-dan çıxırıq 20-ni. Kütlədən protonu çıxırıq. Qalır 20 neutron. Doğru cavab olacaq D variantı. Üçüncü sual. Deməli, üçüncü sualda deyir, X 137, 2 müsbət, ionunda 54 elektron varsa, elektronun yeri sağ tərəfdə. Yazırım 54. Onda bir dənə bu protonu müəyyən edək. Bizə deyir, X atomda neçə neutron var? Protonu bilsək, bax, sual qoyuram. Buranı bilsək, deməli, neutron da biləcək. Müsbət yükləndiyinə görə, deməli, 2 elektron verib 54-ü qalıbsa, deməli, əvvəlcə 56 imiş. Deməli, 56 imiş ki, ikisini verəndə 54-ü qalıb. İndi burada neutronu tapmaq üçün 137-dən çıxacaq 56-nı. Bu da eləyəcək 81. Deməli, doğru cavab olacaq Y variantı. Dördüncü sual. X 2 müsbət iondakı elektronların sayı titan 22, 48. Atomdakı neutronların sayına bərabərdir. Deməli, titanda neutronu bir dənə tapaq. 48-dən 22-ni çıxırıq, 26 neutron. İndi deməli, X 2 müsbət ionda elektron sayı da 26-dır. Onda X-in protonu neçə olubdur? 2 müsbətdə, yəni 2 verəndən sonra 26 qalıb. Deməli, 28 olub. İndi deyir, X atomlu qısa elektron formulunu müəyyən edin. X atomunun deyəndə, yəni 28-i paylaşdıracaq, 26-nı yox. Bəzən burada şagirdlər səhv salırlar, deyirlər hansını paylaşdıraq. Bizə X ionunun desə 26-nı paylaşdırarıq. Amma atomla deyəndə proton sayı, yəni elementinin desə, onda 28-dir. Deməli, 28-i də paylaşdıranda 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, sonra 4d üstü 2, elə də 20. Qaldı 3d üstü 8. İndi 3d 8, 4d üstü 2. Cavabımız olacaq A variantı. 5-ci sual. X2 mənfi iondakı elektronların sayı, deməli X2 mənfi. Xrom 24-52 atomda olan neutronların sayından 10 ədəd azdırsa, neytral X atomu qısa elektron formunu müəyyən edir. Yəni, xromda neutron sayını müəyyən eləyək. Deməli, 52-dən 24-ünü çıxaraq, qalar 28. 28 neutron var. İndi bu X iondakı elektron sayı, xromdakı neutron sayından 10 ədəd azdırsa, 28-dən 10 ədəd az, yəni 18. Gətirib bunu X-in elektron sayını qeyd edirik. X 18. Onda X-in sıra nömrəsi neçə olub? Mənfi yüklənibdə elektron qəbul edib X-in olub 18. Deməli 16 imiş. İndi bizə X atomun deyəndə 16-nı paylaşdırırıq.
O da sonu olacaq 3s üstü 2. Yəni 3-ə qədər 10 elektron var bilirik ki. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 10 edir. Ondan sonra altını çəksək 3s üstü 2, 3p üstü 4. Cavab olacaq B variantı. 6-cı sualda deyir X müsbət iyonda olan elektron sayı zinc 30 0 atomundakı elektronların sayından 3 dəfə azdırsam. Deməli, zinkdə elektron elə 30-dur, çünki üstü 0-dır, yəni elektron alveri etməyibdir, neytral haldadır. İndi X müsbət iyonda elektron sayı əgər zinkinkindən 3 dəfə azdırsa, yəni 30-u bölürük 3-ə 10. Deməli, X-in elektron sayı 10-dur, sağ tərəfin elektron yerinə 10 yazırıq. Onda bunun protonu 11 olub. 11 olub ki, 1 elektron verəndən sonra 10 olubdur. Deməli, 11-i paylaşdırıq. Ümumiyyətlə, dövrü qrupu ancaq protona görə müəyyən edə bilərik. Protonu paylaşdırmalıyıq, elektrona görə yox. Deməli, 11-də paylaşdıranı 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 1. Deməli, 3-cü dövr, 3 burada dövrü göstərir, böyük təbəqə nömrəsi. Sonuncu xarici təbəqədəki nömrə dövrün nömrəsidir. Üstündə indi təkcə S-in üstün götürəcəkdə hal-hazırda. P ilə birlikdə olsa toplayardıq. 3-cü dövr birinci qrup əsas yarım qrup. Cavab olacaq B variantı. 7-ci sual. X 2 müsbət iyondakı elektron sayı Y 12 2 müsbət iyonda olan elektronların sayının 2 mislindən, deməli, bir dənə bunun elektron tapsaq, Y-in elektronu 12-dən 2-ni çıxarıq, 10 elektron var. İndi bu onun 2 mislindən, onun 2 misli, onu 2-yə vuraq, 3 vahid çoxdur, yəni üstünə də 3 gələk. Eləyəcək 23. Deməli, həmin bu X2 müsbət iyondakı elektron sayı, deyir bu Y-dəki elektron sayının 2 mislindən 3 vahid çoxdursa, yəni 23-dürsə, gətirib 23 yazıram X-in elektron yerinə. Onda X-in protonu da olub deməli 25. 25 olub ki, müsbət olanda 2 elektron verib də, yəni 25-dən 2-sini verib 23 qalıb. İndeks elementin elektron formulu deyəndə 25-i paylaşdırırıq. 25-i paylaşdıranda da 3-dən başlayacağım. 3s üstü 2, 3p üstü 6. Çünki bura qədər 10 idi, oldu 18. Sonra kənarda uzaqdan 4s üstü 2. Elə də 20, qaldı 3d üstü 5. Deməli 3d5, 4s üstü 2. Cavab olacaq A variantı. 8-ci suala baxaq. Deməli 3s üstü 2, 3p üstü 6 elektron formuluna malik. Bax, bu bir dənə əvvəlində 10, bura qədər 10 elektron var. Toplam eləyəcək 18. İndi deməli yazırıq 2, 31, 3 mənfi. İyonda proton, neytron, elektron, neçə, yəni proton var, neytron, elektron, bunları soruşur da. Deməli bu elektron formuluna malik iyonunda, yəni bu 18 bu iyonun elektron formuludur da. Ona görə bunu elektron yerinə sağ tərəfə qeyd edirik bu 18-i. Yəni bu arada elektronumuz oldu 18. İndi proton neçədir? Protonda mənfi yüklənib. Deməli 3 elektron alıb 18 olub. Proton 15 olub. Deməli proton 15. Bu da elektron 18. Neytronu tapmaq üçün 31-dən 15-ini çıxırıq. O da eləyəcək 16. 16 da neytron. Deməli birinci proton soruşuda 15, 16, 18. Cavab olacaq C variantı. 9-cu sualda deyir X 3 müsbət iyonun qısa elektron formulu budur, verilən şəkildə. Burada 1s içində artırsaq, obşeyi 10 eləyir. Yəni 10 da elektron sayı. Sağına yazıram 10. İyonun deyir də, yəni onun sağ tərəfinin paylaşması elektrondur, protonun yox. İndi deyir protonun sayını müəyyən edin. Deməli bu da müsbət 3 yüklənibdirsə, 3 elektron verib 10 qalıbsa, deməli proton olub 13. 13-dən 3-ün çıxanda 10 qalıb. Deməli cavab olacaq Y variantı. 10-cu sualda X 3 mənfi iyonun qısa elektron formulu. Deməli, yenə bura 1s2 yazsaq, cəmi 10-dur. Deməli, elektronu 10-dur. Proton neçə olub? Əlbəttə ki, 7 olub ki, mənfi 10-u da üstünə gəlir yaxın. Elektron qəbul edibdir, 3 dənə ondan sonra 10 olub. Deməli, 7-ymiş proton sayı. Doğru cavab olacaq B variantı. 11-ci sualda X müsbət iyonun qısa elektron formulu. Deməli, bu 3-ə qədər həmişə 10 elektron var. Bu da obşi toplayanda 18 deməkdir. Deməli 18-dir. Onda bunun protonu olubdur neçə? 19. 19 obşi birim verəndə 18-i qalıb. Deməli doğru cavab olacaq C variantı. 12-ci sualda deyir, hansı iyon cütlərində elektronların sayı eynidir? Gəlin bir müəyyən eləyək. Deməli A variantında müsbət olanda çıxırıq, mənfi olanda üstünə gələk də 13-dən 3-ün çıxanda 10 elektron. 19-dan 1-in 18. Xeyr, eyni deyil.
20-dən 2-ni 18, 17 üstə 1, 18. Bəli, deməli burada cavabımız olacaq elə B variantı. Hər ikisində 18 elektron var. 13-cü sual. 26 protonu və 24 elektronu olan ion bir elektron verdikdən sonra əmələ gələn ionun yükü neçə olar? Deməli, elementimiz X olsun. Proton 26-dırsa, sol tərəfinə 26 yazırıq. Elektron 24-sə, sağ tərəfinə 24 yazırıq və üstünün yükünü təyin edirik. Üstünün yükü, deməli, müsbət 2 olacaq. Ki, yəni, əvvəlcə 26 imiş, 2 elektron verib, olub 24. Deməli, 2 müsbət, ya müsbət 2 fərq yoxdur. İndi, düzdür, ionlarda birinci rəqəm yazıb, sonra müsbəti yazırıq, işarəni yazırıq. Amma yenə də fərq eləmir burada. Deməli, ikisini verib, olub 24. İndi bizə deyir ki, 1 elektron verdikdən sonra, əvvəlcə 2 idi. Birini də vermək. Vermək deyəndə üstünə gəlir. Almaq deyəndə çıxırıq. Əksinə yüklər axı. Verəndə, deməli, müsbət yüklənir. Alanda mənfi yüklənir. Ona görə indi bizə 1 elektron verdikdən deyir, mən də 1 elektronun üstünə gələcəm. Bu olacaq 3. Deməli, 3 müsbət olacaq ionun yükü. Cavab olacaq D variantı. 14-cü sualda deyir, ionlarda cəmi neçə elektron var? Bunların elektronları, demək Kürd 16 2 mənfi, olacaq 18, yazıram ilə 18, toplayırıq. Maqnezium 12 2 müsbət, 12-dən 2-ni çıxanda 10, bununki 18, bu 10. 10, 20-dən də 2-ni çıxanda 18, bax 18, 10, 18, bunları toplayırıq. Bu da eləyəcək 46. B variantı. 15-ci sualda 54 elektronu olan Y 128 2 mənfi. Elektronu 54-dürsə sağına yazıram 54. Onda proton neçə olubdur? Proton da olub 52. 52 olub ki 2 elektron qəbul edib olub 54. İndi deyir neçə neutron var? Neutronu tapmaq üçün 128-dən çıxırıq 52-ni. 128-dən də 52-ni çıxanda deməli qalacaq 76. Deməli cavabımız olacaq D variantı. 16-cı sualda yenə X 127 mənfi deyir 74 neytronu olan. Neytronu ortaya yazır. 74. Onda protonu bir də müəyyən edək. 127-dən 74-ün çıxaq. Qalır 53. 53 də protonudur. Onda neçə elektron var? Mənfi 1 dəxi üstün yükü. Deməli üstünə gəlirik. Mənfi olma üstünə gəlirik. 53-ün üstünə də 1 gəlirik. Olur 54. Deməli doğru cavab olacaq D variantı. 17-ci suala baxaq. Deməli, ion XO4 üstündə də 2 mənfi. Ümumi elektronun sayı 50-dir. X elementinin nüvəsinin yükünü müəyyən edin. Deməli, tənlik quracaq burada. Yəni, X elementinin nüvəsinin yükü, yəni elektron deyək, proton deyək, hal-hazırda yenidir. Bilmirik, LX götürürük. İndeksinə rəqəm varsa vururuq. Yoxdur, LX götürürük. Oksiyində 8-dir, vururuq sayına 4-ə 32. Üstündə ionlarda hesablayanda elektronu hesablayanda, protonu hesablayanda ionun yükünə fikir vermirik. Onunla işimiz olmur. Nəzərə almırıq. Protondur, neutrondur, bunları da nəzərə almırıq. Amma elektronu hesablayanda üstünün yükü mənfidirsə üstünə gəlir, həminədədir. Müsbətdirsə çıxırıq. Mənfi 2 olduğuna görə üstünə də 2-ni gəlirik. Cəmi deməli bunun 50 elektronu var. Buradan X neçə olacaq? 34, 50-dən 34-ün çıxanda 16. Deməli doğru cavab olacaq Y variantı. Eyni qaydada 18 yazaq. XO3 2 mənfi. Ümumi elektronu 42-dir. Tənlik qrup X plus oksigen 8 3 24. Üstündəki yükü də gəldi üstünə bərabərdir 42. X də bərabərdir. Deməli 40-dan 16-ya. Deməli cavab olacaq D variantı. 19-cu sualda deyir molekulda 12 neutron. Bax elementimiz olsun X. Neytronu ortaya yazıram 12. 18 proton. Protonu 18. Onda deməli nisbi atom kütləsi də 12 ilə 18-in cəmi olacaq. Yəni olacaq 30. Olan deyir karbohidrogenin 0,2 bizə heç davamlı oxumuram. Bu element deyil. Bu element deyil. Karbohidrogendir. Bu birləşmədir. Elə onu yazan müddətdə düşündüm. Bu hansı elementdir görmüşəm. Davamını oxumaq lazımdır, bütöv oxumaq lazımdır. Karbohidrogen deyil, yəni birləşmədir. Deməli, neutron 12-dir, proton 18-dir.
Burada onda emir deyək də. Bax, emir bərabərdir protonla neytronun cəminə. Necə ki, adi bir element üzərində, məsələn, x yazırdım bayaq. Orada deyəcəkdim ki, A-yer protonla neytronun cəminə bərabər. İndi burada da emir bərabərdir. Общий, yəni birləşmənin nismai kütləsi ümumi, yəni oradakı atomların, protonlarının və neytronlarının cəminə bərabərdir. İndi yəni buradan emir nəyə bərabər olacaq? 18 üstə gəl 12 bərabərdir 30-a. Bu 30 burada yəni 1 molun kütləsi, nismai kütləsidir. İndi bizə də deyir ki, karbhidrogen 0,2 mol neçə qramdır? Onda deməli yazırıq ki, 1 molu 30 qramdırsa, 0,2 mol neçə? Yəni 0,2-ni vuracaq da 30-a. 0,2-ni vurur 30-a. 6 qram. Y variantı. Eyni qaydada 20-də yenə karbhidrogendir. Deməli, neytronu 18-dir, protonu 22-dir. Emir olacaq bunların cəmi. Yəni 40. İndi onun 0,3 mol neçə qramdır? Elə 0,3-ü də vuracaq 40-a. Çünki 1 molu 40-dır, 0,3-ü də olacaq 12 qram. Doğru cavab A variantı. 21-ci sualı baxaq. Y-i hesablayın. Y-i hesablamadan öncə biz x-in deməli proton sayını bilməliyik. Deməli yazırıq ki, x o ki, ümumi burada proton sayı 30-dur. Biz də tənlik halında qeyd edək ki, deməli x-i bilmirik, elə x götürürük. Oksigende 8 proton var, sayına 2-yə vuranda 16, bunun cəmi 30-dur. Burada x-in protonu eləyəcək 14. İndi gəlirik x fluor 4-ə. İndi burada da x-i bilirik, amma ümumi protonu tapmağa çalışırıq. Ümumi protonu y-lə qeyd edirik. Y bərabərdir. X-in yerinə 14 qoyuruq. İndi x-in rəqəm olsa vurarıq. Yoxdur. Elə 14. Fluor da 9-dur. Sayına vuruq 4-ə 36. Bu da bərabərdir 50-yə. Deməli, y-in qiyməti oldu 50. B variantı. 22-ci sual. X üstü mənfi 2, müsbət 4. Deməli, ionlar verib. Deyir, cəmi 40 elektron varsa, X atom nüvəsinin yükünü müəyyən edin. Deməli, X mənfi 2, müsbət 4, müsbət 6. Deyir, 40 elektron varsa. Yəni, belə eləyək. Bunlar eyni elementlərdir. Yəni, bunların proton sayı eynidir. Hər birinin protona bir dənə A qeyd eləyək. Eynidir. Sıra nömrələri eyni olmalıdır bunun. İndi elektronların da elə bu şəkildə qeyd eləyək. Yəni, bu ionun yükünü nəzərə alaq, elektronlarını tapaq. Birincidə mənfi olduğuna görə üstünə gəlir olacaq +2. İkincidə müsbətli çıxırıq A-4. Digərində müsbətli çıxırıq A-6. İndi elektronlar artıq bunlardır. Bizə deyir ki, cəmi 40 elektron varsa, deməli bu ifadələri toplayıb 40-a bərabər eləyəcək. A+2, A-4, A-6 bərabərdir 40-a. 3A. Deməli, mənfi 10, 2 ilə top, mənfi 8, 3A bərabər 48. A da bərabərdir 16-ya. İndi x atom nüvəsinin üçün müəyyən edin. 16. Deməli, elementin sıra nömrəsi olub 16. D variantı. 23-də və eyni formada 23-ün də tənliyin və eyni bunun yolu ilə yaza bilərsiniz. Burada təkrar suallar çoxdur, vaxtımız yetməsin. Yenə sıra nömrəsini A qoyarıq. A+3, A-3, A-5. Bunların cəmi 40-a bərabərdir. Buradan da A-nı taparıq. Sonra keçək 24-cü suala. Deməli, burada xlor, ON, üstü də mənfi. Elektron sayı bizə verib 34. Bayaq x-lə bağlı ionlardır. İndi burada yəni ümumi elektron sayı 34-dürsə, xlorda 17-dir. İndeksində rəqəm yoxdur, elə 17. Oksigende 8-dir, indeksində N-ə vururuq 8-in. Üstündəki yükü də dedik elektronu hesablayanda mənfisə üstünə gəlirik, müsbətsə çıxırıq. Mənfi olduğuna görə üstə gəldə 1 bərabərdir 34-də. Buradan 8N bərabərdir. Deməli 18 və 16. N də olacaq 2. Doğru cavab A variantı. – 25-ci suala baxaq. 25. Deməli, C4, D6. C burada karbondur. D də aşağıda da qeyd olunub. Deuteriumdur. Yəni, hidrogenin izotopudur. Və bizə neutronun sayını Na verib, kütləni də soruşur. X. Yəni, neutronu bunun Na olsa kütləsi nə qədər olar? Gəlin bu birləşmənin özünün, həm neutronun, həm kütləsini tapaq. Ondan sonra əlaqələndirəcək ki, yəni bizdə neutron filan qədər olanda kütlə filan idi. Neutron Na olsa neçə olar? Belə bir tənasib quracaq. Deməli, neutron, bir də kütlə hesablayacaq. Bir də yəni emir belə yazıram.
Deməli, neytronu olacaq 1-1 bunların elementləri, neytronların indekslərini vurub toplayacaq. Karbonda 12-dən 6-nı çıxanda 6 neytron var. Deuteriumda da 2-dən 1-ni çıxanda 1 neytron var. Belə qırmızı ilə qeyd elədim. İndi karbonda 6-nı vuruq sayla 4-ə 24 plus 1 də vuruq 6-ya 6 bərabərdə 30. Amma enanı da qoyuram yanına. Çünki neytron, proton, elektron bunlar ena ilə ifadə olunur. Deməli 30 ena qədər neytron var. Kütləni hesablayaq. Eyni qaydada karbon kütləsi 12, deuteriumda 2-dir. 12-ni 4-ə vururuq 48 plus deuteriumda 2-dir. 2-ni də 6-ya vururuq 12. Bu da eləyəcək 60 qram. Bu da kütləsi. İndi deyirik ki, bizdə neytron 30 ena olanda kütlə 60 qram olur. Bəs neytron sadəcə ena qədər olsa kütlə nə qədər olar? X. Buradan da bu arada enalar gedəcək. X də bərabər olacaq 2-yə. Deməli 2. Doğru cavab olacaq A variantı. 26-cı suala baxaq. Deməli C2, D4. Əvvəlcə neйтronun sayın, sonra da emirin kütləsini hesablayaq. Deməli həmin sualdandır. Neytron yenə karbonda 6, deuteriumda 1-dir. 6-nı vuruq 2-yə 12 plus 1-i də 4-ə 4 bərabərdə 16 ena qədər neytron var. Kütləsi də karbonun deməli 12 qramdır. 2-yə vururuq 24. Deuteriumda 2-dir. 4-ə vururuq 8. Bu da bərabərdir 32 qram. İndi tənasib quruq ki, normalda 16 ena qədər neytrona 32 qram kütlə uyğun gəlir. Bəs sadəcə ena qədər neytron olsa nə qədər olar kütlə? X. Buradan deməli enalar gedəcək. X də bərabər olacaq elə 2-yə. Yəni cavabımız olacaq 2. D variantı. 27-ci sual. Element X-dir. Kütlə ədədi 31-dir. Kütlə ədədi, yəni nisbi atom kütləsi 31-dir. Neytron 16-dır. Hərəsini öz yerinə qoyaq. Neytronu da ortada yazırıq. Protonda Y. Y-i soruşur. Biz də bilirik ki, nisbi atom kütləsi protonla neytron cəminə bərabər. Yəni 31 bu ikisinin cəminə bərabərdir. Ona buradan Y-i tapanda 31-dən 16-nı çıxırıq. Bu da 15-i verəcək bizə. Doğru cavab D variantı. 28-ci sual. 28-ci sualda nisbi atom kütləsi 28 olan, deməli AR bərabərdir 28-ə. X elementinin nüvəsindəki protonların sayı neytronların sayına bərabərdirsə. Deməli, X elementinin nisbi atom kütləsi 28-dir. Protonla neytrona bir-birinə bərabərdirsə, hər ikisinin məsəl üçün X götürür. Yəni, bunların cəmi 28 verir. Yəni, 28-i 2 yerə bölək də. Yəni, 2X bərabərdir 28, X bərabər 14, belə də yaza bilərik. Deməli, hər ikisi 14 demiş. 14, 14. İndi bizdən nəyi soruşur? Bu elementin atomunda normal halda neçə cütləşməmiş elektron var? İndi deməli 14-ü paylaşdırmalıyıq biz. 14-ü paylaşdıraq və görək neçə dənə cütləşməmiş elektron var. Deməli, olacaq belə. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 2. P-nin içində 1, 2 dənə cütləşməmiş elektron var. Cavabımız olacaq A variantı. 29-cu suala baxaq. Nisbi atom kütləsi protonun sayının 2 mislindən 10 vahid çox olan Y- ionunda 36 elektron varsa, Y atomda neçə neytron var? Deməli, Y- ionu. Deyir ki, nisbi atom kütləsi protonun sayının 2 mislindən 10 vahid çox olan Y- ionunda. Deməli, protonun sayından. Sayının 2 mislindən, yəni protonu 2-yə vuruq, yəni 2p deyək də. Plus 10 vahid çox olan, üzərinə də 10 gələk. Deyir ki, 10 vahid çox olan Y- ionunda 36 elektron varsa. Deməli, bir dənə əvvəlcə onu müəyyən eləyək ki, bunu yazmadan əvvəl biz 36-nı buraya yazsaq, protonu müəyyən eləyəcək də, bunu niyə belə yazıq? Deməli, elektron 36-dırsa, bunun protonu 35 olubdur ki, mənfi yüklərin üstünə bir gələndə 36 eləyib. İndi nisbi atom kütləsi də bu 35-in 2 mislindən, proton 2 mislindən, yəni 35-in 2 mislindən. 35-i 2-yə vuruq, 70, ondan da 10 vahid çox, üzərinə də 10 gəlir, 80. Deməli, Y-in nisbi atom kütləsi olacaq 80. Onda bizdən də neytron soruşur. 80-dən də çıxır 35-in. Bərabərdir 45. Cavabımız olacaq, deməli, 45. C variantı.
Qonşuda xoruz səsi gəlir. Fikrim gedib ona görə şu suala da ciddi yanaşmadım. Deməli, 30-cu sual. Protonların sayı neytronların sayına bərabər olan elementin nisbi atom kütləsinin 32 nisbi atom kütləsinin 32 olarsa, kütləsinin yox, nisbi atom kütləsi 32 olarsa, bu elementin atomunun xarici energetik səviyyəsində normal halda neçə cütləşməmiş elektron var? Deməli, proton sayı neytron sayına bərabər olan elementin nisbi atom kütləsi 32-dir. Protonla da neytron bərabərdirsə, yəni bayaq qeyd etdiyim ki, bayaq da sualı vardı. Yəni 32-ni 2 yerə bölsək, 16 proton, 16 neytron bərabər 2 yerə bölsək də. Deməli, protonla neytron 16-dır. İndi 16-nı gərək paylaşdıraq ki, görək burada xarici energetik səviyyəsində neçə cütləşməmiş elektron var. 16-nı paylaşdıranda olacaq 3-dən başlayıram. 3-ə üstü 2. 3-ə qədər həmişə 10 elektron var da, bilirik ki. Ondan sonra 3-ə üstü 2, 12, bir də 3P üstü 4. Neçə cütləşməmiş? P-nin içində çəkib göstərsək, 1, 2, 3, 4. Deməli, burada 2 ədəd cütləşməmiş elektron var. Cavab olacaq A variantı. 31-ci sualda X, 2 müsbət iyondakı elektronların sayı natrium 11, 23 izotopunda olan neytron sayından, bir də neytronun müəyyən eləyək, 23-dən 11-in çıxanda 12 neytron var. Yine bu neytron sayından 12'den 2 dəfə çox. 12'ni vururam 2'ye. Eləyəcək 24. Deməli bu X 2 müsbət iyonda elektron sayı olacaq 24. X'in elektronu 24'dür. Ona neytral X atomunu. Hələ protonu bir dənə müəyyən eləyək. Proton neçə olub ki, ikisini verəndən sonra 24 olub. Deməli 26 imiş protonda. Proton 26 ise indi X atom deyəndə, yəni 26'nı paylaşdırıq. Orada 3D yarım səviyyəsində neçə elektron var? 26'nı da paylaşdıranda 3'dən başlayacağım. Bax 26'nı paylaşdırıq. 3S üstü 2, 3P üstü 6, elə də 18, sonra 4S üstü 2, 20, 3D üstü 6. Bu şəkildə paylaşdırıq və görürük ki, 3D yarım səviyyəsində 6 elektron var. Cavabımız olacaq Y variantı. 32-ci suala baxaq. Deməli X 7, -3, Y 12, N iyonlarında eyni sayda elektron varsa, deməli gəlin birinci X-dəki elektron sayını müəyyən eləyək. X-də elektron sayı olacaq 10. Onda eyni sayda elektron varsa dediyinə görə Y-in də elektronu 10'dur. Onda üstün yükü N'in qiyməti neçə olar? Biz də bilirik ki, müsbət olanda çıxılır, mənfi onun üstünə gəlir. 12'dən 10'a gəlməsi üçün gərək N bərabər olsun müsbət 2'yə. Yəni müsbət 2 elektron verib ki, 10 qalıb elektron sayı. Deməli doğru cavab olacaq müsbət 2, yəni A variantı. Eyni qaydada 33-cü sual. Bu da eyni tipli bir sualdır. Deməli X 20, 2, müsbət 2, Y 17, N. 20'dən 2'nin çıxanda 18 elektron bundadır. Deməli 18 də bunda olmalıdır. Çünki yenə eyni sayda elektron varsa deyir. Onda N neçə olacaq? N olacaq -1. Çünki mənfi olanda üstünə gəlib 17, 1'in alıb olub 18. Deməli iyonun yükü olacaq -1. D variantı. 34-cü sualda X 2 müsbət iyonda 26 elektron var. Elektron sağa qeyd elədik. Gəlin bu proton sayını tapaq. Protonu 28 olub ki, ikisini verəndə qalıb 26. Proton 28'dir. İndi X elementinin atomunda, yəni 28'i paylaşdırırıq, elektron konfigurasiyasını yazırıq. Neçə cütləşməmiş elektron var onu müəyyən edirik. Demək 28'i paylaşdırsaq, 3'dən başlayıram. 3S üstü 2, 3P üstü 6, bura qədər 10'dur. İndi oldu 18. Sonra 4S üstü 2, 3D üstü 8. 28 bu şəkildə paylaşdırır. Neçə cütləşməmiş elektron var? Əlbəttə ki, D'nin içində olacaq. Çünki yarımçıq olan odur, digərləri dolu vəziyyətdədir. D'nin də 5 orbitalı var. 1, 2, 3, 4, 5, 6, 7, 8 bu şəkildə paylaşdırırıq. Əvvəlcə tək-tək, sonra cütləri qeyd edirik. Və gördüyümüz kimi burada 2 dənə cütləşməmiş elektron olur. Cavabımız olacaq C variantı. 35-ci sualda deyir X 20, 2 müsbət. Deməli burada əvvəlcə elektronu müəyyən eləyək. 20'dən 2'nin çıxanda 18 elektron. Deyir Y mənfi iyondakı elektron sayından, yəni bu X-dəki elektron sayı, yəni 18. Y mənfi iyondakı elektron sayından 2 dəfə çoxdursa. Yəni 18 bu Y-inkindən 2 dəfə çoxdur. Çoxdur hələ 18'dir. Ona bəs Y-in elektronu neçədir? 18'i bölürük 2'yə. Deməli Y-də ondan 2 dəfə azdır da. Deməli 9 elektron var. Y-in elektron yerinə sağına 9 yazanda
Onda Y-in protonu neçə olar? Burada. Y-in protonu olacaq, deməli 8. Y-in protonu da 8 olsa, bizdən nəyi soruşur? Neytral Y atomu qısa elektron formu müəyyəndir. Yəni 8-i paylaşdırmalıyıq. 1 üstü 2, 2 üstü 2, 2 P üstü 4. Cavab olacaq B variantı. Otuz altıncı suala baxaq. Deməli 36-cı sualda xlor 17 mənfi iyondakı elektronların sayı, yəni 18 elektron var, mənfi onun üstünə gəldikdə qəbul edib elektron. X2 müsbət iyonda olan elektronların sayından 5 vahid azdırsa, X-dəki elektron sayından 5 vahid azdır və xlorda 18 elektron var. Onda X-də də elektron bundan 5 vahid deməli çoxdur. Deməli 18-in üstünə gəlirik 5-i. Eləyəcək 23. Deməli X-də 23 imiş ki, həqiqətən 23-dən 5 vahid azdır. Xlorun elektron sayı, yəni 18-dir. İndi deməli bizdən X elementin dövr sistemində mövqeyini müəyyən etməyimizi istəyir. X-in yəni protonu müəyyən eləyək ilk öncə. X-in də protonu deməli 25 olub ki, 2 elektron verəndən sonra qalıb 23. Yəni X elementin dövr sistemində mövqeyini müəyyən etmək üçün 25 paylaşdırmalıyıq biz protonun sıra nömrəsini. 25-də paylaşdıranda 3-dən başlayaraq 3 üstü 2, 3B üstü 6, elə də 18, 4 üstü 2, 20, 3D üstü 5. Deməli, baxırıq ki, təbəqə nömrəsi 4-dür. S-lə də D-nin üstünü toplayıb qrupu müəyyən edirik. Deməli, 4-cü dövr, qrup da 7-ci qrup, amma əlavə yarım qrup, çünki D elementidir. 4-cü dövr, 7-ci qrup, əlavə yarım qrup. Cavabımız olacaq C variantı. 37-ci sual. Magnezium 12, 2 müsbət. İyondakı elektronların sayı, deməli neçədir? 12-dən 2-ni çıxanda 10 elektron var. X mənfi iyondakı elektron sayından 8 vahid azdırsa. Deməli X-də də ondan 8 vahid çox olacaq. Yəni 10 plus 8, yəni 18 elektron var. Yazır 18. Onda X-in də proton sayı 17 olsun ki, gərək birini qəbul edəndən sonra 18 elektron olsun. İndi bizim 17-ni gərək paylaşdıraq ki, X elementin dövr sistemində mövqeyi müəyyən edək. 17, 3 üstü 2, 3B üstü 5 sonluğu ilə bitəcək. Deməli, 3-cü dövr qrupda üstləri S-lə P-ni toplayırıq, bunların cəmidir. 3-cü dövr 7-ci qrup əsas yarım qrup, çünki P elementidir. 3-cü dövr 7-ci qrup əsas yarım qrup. Doğru cavab A variantı olacaq. 38-ci sual. X, 2 mənfi iyonda olan elektronların sayı fluor 9 atomdakı elektronların sayından. Bax, fluorun üstünlüyü yoxdur. Deməli, onun proton 9-sa, elektron da 9-dur. İndi X iyonda elektron sayı, bu fluordakı elektron sayına 2 dəfə çoxdursa, yəni 9-dan 2 dəfə çox, yəni 18 elektron var. Gətirib elektron yerinə 18 yazırıq. Onda bunun protonu 16 imiş ki, 2 elektron qəbul edib, olub 18. İndi bizdən X elementin dövr sistemində mövqeyi, yəni 16-nı paylaşdıraq görək. X, yəni sıra nömrəsi, proton. 16-nı paylaşdıranda qarşısına qeydirim 3S üstü 2, 3B üstü 4 sonluğu ilə bitəcək. Yəni 3-cü dövr təbəqə nömrəsi üstü qrupda, üstlərin cəmi. 6-cı qrup, əsas yarım qrup. Elə doğru cavab A variantı. 39-cu sual. X, 3 mənfi iyondakı elektronların sayı silisium 14-28 atomunda olan neytronların sayından 4 ədəd çoxdursa, deməli ilk öncə silisiumda neytronu müəyyənləsək, 28-dən 14-ün çıxanda 14 neytron var. İndi X iyonda elektron sayı bu silisium neytron sayından 4 ədəd çoxdursa, yəni 14-ün üzərinə 4 gəlirik, 18. Deməli X-in 18 elektron var. İndi X-in 18 elektron varsa, X-in protonu neçə olub? Proton da olub 15. Çünki mənfi yüklənib də üstü 15 imiş, 3-ünü qəbul edib olub 18. İndi X atomundan qısa elektron formulu deyəndə 15 paylaşdırırıq, 18-i yox. Atom deyəndə proton paylaşdırılır. 15-in də paylaşması olacaq 3S üstü 2, 3B üstü 3. Doğru cavab C variantı. 40-cı suala baxaq. Alüminium 13, 3 müsbət. İyonda elektronların sayı, yəni 10 elektron var, 13-dən 3-ün çıxırıq 10 elektron. Y2 müsbət
Y2 müsbət iyondakı elektronların sayından 2 dəfə azdırsa. Deməli, bu alüminiumda 10 elektron var. O 10 elektron bu Y2-dən 2 dəfə azdır. Y-də də bundan 2 dəfə deməli çoxdur da. Deməli 10 vurulsun 2. Y-də də deməli 20 elektron var. Ona görə yəni alüminiumdakı elektron 10, Y-dəki elektron sayına 20-dən 2 dəfə az olur. İndi Y-in protonunu müəyyən edək. Protonu da 22 olubdur ki, 2 elektron verib 10 qalıbdır. Proton 22-dir. İndi bizdən Y atomunun qısa elektron formulu deyəndə 22-ni paylaşdırırıq. 22-ni də paylaşdıranda 3-dən başlayaraq 3s2, 3p6, 3. Aha, bura qədər 10 idi, bu oldu 18. Sonra 4s2, 20, bir də 3d2, 22. 3d2, 4s2. Deməli, doğru cavab olacaq Y variantı. 41-ci suala baxaq. X 3 müsbət iyonda elektronların sayı xlor 17, 37. Atomda olan neytron sayından 3 vahid çoxdur. Deməli, burada neytron nə qədərdir? 37-dən 17-ni çıxanda 20 neytron. Deməli, bu 20-dən 3 vahid çox. 20-nin üstünə 3 gəlirik. 23 elektronu var deməli X-in. X-in elektronunu 23 yazırım. Onda X-in protonu neçə olub? Proton da 26 olsun ki, gərək 3 elektron verəndə 23 qalsın. İndi 26-nı paylaşdıracaq biz burada. X elementini. 26-nı da paylaşdıranda 4s2, 3d6 sonluğu ilə bitəcək. 3d6, 4s2. Doğru cavab olacaq B variantı. 42-ci suala baxaq. X mənfi, xlor 17, 37. Yenə X mənfi iyonda elektron sayı, xlor 17, 37 izotomda neytron sayından. Bax, burada neytronun çıxanda 37-dən 17-ni 20 edir. Bu 20-dən 2 vahid azdır. 2 vahid az. Yəni 20-dən 2-ni çıxırıq 18. Deməli, X-in 18 elektron var. Onda X-in protonda 17 olar. 17 imiş, birini qəbul edib 18 olur. İndi X elementi, yəni 17-ni paylaşdırırıq. 3s üstü 2, 3p üstü 5. D variantı. 3s üstü 2, 3p üstü 5. D variantı. Növbət suala keçək. 43-cü sual. Deməli, 43-cü sualda X 26, 56, 3 müsbət iyonunun S, P və D orbitallarında olan elektronların sayını müəyyən edin. Bax, burada qətiyyən bu səhvə yol verməyin. Yəni 26-dan 3-ün çıxanda düzdür, elektron sayı 23 olacaq. Sayı desə bəli 23-dür. Amma götürüb 26-dan 3-ün çıxıb 23 alıb 23-ü paylaşdırmayın. 23-ü paylaşdırsanız cavabı səhv olacaq. 23-ü paylaşdırsanız əlbəttə orada 4s2 də qoyacaqsınız, sonra nə bilim 3d neçə bu şəkildə paylaşdıracaqsınız. Yəni doğru deyil bu. D elementlərində üst-üstə düşmür. D elementlərində D-yə qədər, yəni 3D gələnə qədər normal şəkildə yəni eləyə bilərik. Üstürü çıxaq paylaşdıraq, ya paylaşdıraq çıxaq fərqi yoxdur. Amma indi yəni D elementlərində 100%, 26-nı ilk öncə paylaşdırırıq. 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, sonra gəlir kənardan 4d üstü 2, 3d üstü 6. 26-nı paylaşdırıb buradan 3 elektron çıxmalıyıq. Çünki 3 müsbət, 3 elektron veribdir. Yəni 26-dan 3-ünü çıxıb paylaşdırmırıq. 26-nı paylaşdırırıq, oradan 3 elektron silirik. Verəndə çünki ilk öncə xarici təbəqədəkin verəcək. Yəni burada 4s söhbəti olmayacaq. Amma siz 23-ü paylaşdırırsınız, oraya əlbəttə ki 4s qoyacaqsınız. Deməli 4s2, 2 dənə bunu verir. Bax, üstünə xətt çəkdim. Axı 3-ün verir. İndi çatmır. Əgər 2 müsbət olsa sadəcə onu verərdi. Axırı D üstü 6 ilə bitərdi. Yox, 3 müsbətdir. Birini də D-dən verəcək. Birini də D-dən verəndə sonu 3D üstü 5 ilə bitəcək. Əvvəli belə gəlir, sonu 3D üstü 5 ilə bitir. Belə, yəni bu şəkildə. İndi burada biz artıq S-ləri saysaq, 1S2, 2S2, 3S2, daha 4S2 söhbəti yoxdur burada. Yəni 2, 4, 6, 6 dənə S var burada. S-nin sayı 6. P üstü 6, P üstü 6. 12 dənə P var. D-dəki D üstü 5. 5-də D var. Deməli, doğru cavabımız olacaq 6, 12, 5. Yəni B variantı. 44-cü sualda biz 29, 63, üstündə də N. İyonda proton, neytron və elektron saylarının cəmi 90 varsa,
Deməli, gəlin burada bir dənə protonu bilirik. Bax, proton 29-dur. Neutron da biləcək indi. 63-dən 29-un çıxaq, qalacaq 34. Deməli, neutron da 34-dür. 34. İndi elektronu bilmirik. Elektron məhsuldur. Amma bizə deyir ki, proton, neutron və elektron sayılarının cəmi 90 varsa. Elektron da bir dənə elə x götürək. Bunların üçünün cəmi 90-dır deməli. Toplayaq. 29, 34. 29 ilə 34 elə 63 verir. X də bərabərdir. 90-dan 63-ün çıxanda qalır 27. Deməli, elektron sayı 27-dir. Yazıram indi misin elektron yerinə, yəni sağ tərəfinə 27. Üstün yükün, yəni eni müəyyən edək. 29-dan 27-yə gəlibdirsə, deməli, burada nə edibdir? 2 elektron verir. Verəndə də müsbət yük nə rəxa? Deməli, müsbət 2-dir onun yükü. Yəni 29-dan 2-nin çıxanda qalır 27. Enin qiyməti olacaq müsbət 2. C variantı. 45-ci suala baxaq. X 2 müsbət, bir də Y 3 mənfi. İyonda elektron sayı bərabərdir. Bərabərdir. İndi deyir, X atomu 4-cü dövr 2-ci A yarım qrupunda yerləşirsə. X-in bizə dövr sistemdə mövqeyi verir. Biz ona əsasən X-in protonunu müəyyən edəcəyik ilk öncə. Sonra da üstün yükündə nəzər alıb elektron biləcəyik. Elektron biləndən sonra Y-də də həmin qədər elektron var. Onu da qeyd edəcəyik Y-ə, Y-ın da protonunu müəyyən edəcəyik. Sonra da mövqeyi. Deməli, belə eləyək. X 4-cü dövr 2-ci A yarım qrupu. Yəni, X-in qısa elektron formulu 4 S üstü 2. Beləymiş. Çünki 4-cü dövr 2-ci A. Burada 3D yoxdur. Yəni, bundan öncə 3P üstü 6-dır. 3S üstü 2. Belə. Yəni, bura qədər 10, 18 və 20. Deməli, X-in protonudur, bax, bu 20. Bu 20 X-in protonudur. Çünki X atomu plan dövr qrup yerləşir. Yəni, bu dövr qrup onun ancaq proton paylaşdırıb bilə bilərik də. 20 bunun protonudursa, bunun elektronu olacaq 20-dən 2-ni çıxan 18. İndi 18-i gətirib Y-ə də yazırıq. Niyə? Çünki bizə özü deyir ki, elektron sayı bərabərdir. İndi Y-ın protonunu müəyyən edək. Y-ın da protonu 15 olub ki, 3 mənfi. Yəni 3-ün qəbul edib 18 olub. İndi 15-i paylaşdırıb Y-ın dövr sistemi cədvəlində yerini müəyyən edə bilərik. 15-i də paylaşdıranda 3S üstü 2, 3P üstü 3. Yəni, 3-cü dövr üstlərini toplayanda 5-ci A yarım qrupu. 3-cü dövr 5-ci A. Cavab olacaq C variantı. 46-cı sualda deməli, verib bizə X, A, 2A plus 3, bir də 3 mənfi. Deyir, iyonda proton, neutron və elektron sayının cəmini hesablayın. Deməli, bax, proton A-dır. Neutron tapanda A-dən nisbi kütləsindən protonu çıxırıq. Yəni 2A plus 3-dən A-nı çıxırıq. Bu da A plus 3 olacaq. Sonra deməli elektronda ki, mənfi olanda üstünə gəlir. Elə burada da qeyd edirəm A plus 3, aşağıda indi yazıram A plus 3. İndi bunların da cəmini istəyir bizdən. Deməli yazırıq A, proton A'dır, neutron A plus 3'dür, elektron yenə A plus 3'dür. Bunları da toplayanda 3A plus 6'nı verəcək bizə. B variantı. 47-ci sual. C-ni müəyyən edin. Deməli biz burada ilk öncə bir dənə baxırıq ki, Y-ın protonu bəllidir. Qalan heç birinə proton, elektron bəlli deyildir. Deməli, birinci Y-dən başlayacaq. Yazıram Y2 müsbət. Elektronu A-dır. Sağ tərəfinə A yazıram. Protonda 12-dir. Sol tərəfinə də 12 yazıram. Buradan A neçə olar? Müsbətsə çıxacaq. 12-dən 2-ni çıxan A-nın qiyməti 10 olacaq. A 10-dursa qoyuram yerinə. Bax 10. Olur 18. Belə. İndi gələk artıq A-nı bildiyimizə görə, X-in elektron sayını bildiyimizə görə X-in üzərinə işləyək. Yazaq X, artıq X-in elektron sayı üstündə də 2 mənfi. Mənfi deyib, müsbət yazıram. 2 mənfi. Deməli, elektron sayı 18-dir. Sağ tərəfinə 18 yazırıq. Protonda B-dir. Soluna da B yazırıq. Biz də bilirik ki, mənfi olun üstünə gələk. Bu B-nin üstünə 2 gələndə 18 eləyik. Bu B neçə olub? 16. B də 16-dır. B-lərin yerinə 16 buyuruq. 16-ın üstünə 8 gələndə 24. Bu da elədi 24. Gələk indi Z-in üzərinə işləyək. Deməli, Z-in üstündə də 2 müsbət. Elektronu sağ tərəfi 24-dürsə, protonda C. Sol tərəf neçədir? Yəni, proton neçədir? 2 müsbət, yəni ikisini verib 24 qalıb. C-dən 2-ni çıxanda 24 qalıb. Bəs C neçə olub? 26. Deməli, doğru cavab olacaq Y variantı.
48-ci sual. X 19 müsbət, bir də Y 2 mənfi. Deyir, iyonlarda elektronların sayı bərabərsə. X-də müəyyən edə bilərik hal-hazırda. Müsbətsə çıxacaq. 19-dan birini çıxırıq 18 elektron, o 18-i Y-ə də yazırıq. Çünki özü deyir ki, elektronların sayı bərabərdir. Onda Y-in protonu neçə olub? Mənfi onun üstünə gəl, baxı 16 imiş ki, üstünə 2 gələndə 18 eləyib. Deməli, Y-in protonu 16-dır. İndi Y atomu bu elektron formulu deyəndə 16-nı paylaşdırırıq. O da olacaq 3s üstü 2, 3p üstü 4. Doğru cavab olacaq A variantı. 49-cu suala baxaq. X 17 üstü mənfi. Deməli, burada olan elektronların sayı, yəni 18-dir hal-hazırda. Y 3 müsbət iyondakı elektron sayına 8 ədəd çoxdursa. Deməli, X-inci Y-dən, deyəndə ki, X Y-dən 8 ədəd çoxsa, durub 18-in üstünə 8 gəlməyib. Yəni, Y-inkindən 8-i çoxdur və 18-in Y lazımdır bizə. Deməli, 8-in çıxacaq 18-dən. Y-də isə 10 elektron varmış, deməli. Onda bu da 13 olsun ki, gərək 3 elektron verəndə 10 qalsın. İndi Y atomunun qısa elektron formulu deyəndə 13-ü paylaşdırırıq. 13-ü də paylaşdıranda 3s üstü 2, 3p üstü 1 olacaq. B variantı. 50-ci sualda xrom 24, 3 müsbət. Bax, burada 24-dən 3-ün çıxanda 21 elektron var. İndi X2 mənfi. Deyir, xromdakı elektron sayı X2 mənfi iyondakı elektron sayından 3 ədəd çoxdursa. Deməli, X-dəki elektron da xromdan 3 ədəd az olacaq. 21-dən 3-ün çıxırıq. Qalır 18. İndi X-in 18 elektronu varsa iyon olacaq sıra nömrə 16. 16 imiş ki, ikisini qəbul edib 18 olub. İndi bizdən də X atomunu, yəni 16-nı paylaşdırıb qısa elektron formunu deyəcək. 3s üstü 2, 3p üstü 4. Doğru cavab olacaq C variantı. 51-ci sual. Deməli, X, SO4 birləşməsindəki X metalı sıra nömrəsi ona yaxın olan, deməli, ilk öncə bunu deyək ki, X-in burada hələ qrupunu müəyyən eləməliyik. Deməli, SO4 burada H2SO4 sulfat turşusunun duzudur da, yəni bu XSO4. SO4 qalığı burada hidrogen ikisi çıxanda 2 mənfi iyon əmələ gətirir. Yəni SO4-ün ümumilikdə valentliyi 2-dir. Yəni yükü 2 mənfi. Onda X də 2 valentlidir. X də müsbət 2-dir. Yəni bu mənfi 2-dir, bütövlükdə bu da müsbət 2. Deməli X ikinci qrupdur, metaldır da. Çünki bizə burada deyir ki, X metalı adını çəkib. Həm də aşağıda yazıb əsas yarım qrup elementi. Deməli X olacaq ikinci qrup elementi. Bunu bildik. İndi Y haqqında görək nə deyib bizə? Deyir, sıra nömrəsi ona yaxın olan nəcib qazın sıra nömrəsindən 3 ədəd əskik olan Y qeyri-metalı ilə, yəni bizə Y-in burada sıra nömrəsi yox, Y-in qrupu lazımdır biz burada formunu müəyyən etmək üçün. Onun üçün də nəcib qazın qrupu neçədir? Nəcib qaz düşür 8-ci qrupa. Buraya yazıram nəcib qaz. 8-ci qrupdan, indi sıra nömrəsi ona 3 ədəd əskik olan 8-dən 3-ünü çıxanda 5-ci qrupa da düşəcək bu Y elementi, Y qeyri-metalı. Deməli, Y-in qrupu 5-ci qrupdur. İndi X-lə Y-in formulunu birləşdirəndə, bax, yazırıq, X-lə Y-i yan-yana qoyuruq. X dedi, ikinci qrupdur. Sol tərəfdə duran qrupun nömrəsi nədirsə, onu göstəririk çəşmə olaraq, müsbət şəklində. Sağda duran element isə qrupun nömrəsindən 8-i çıxırıq. Qrupun nömrəsi 5-dir. 5-dən 8-in çıxırıq, mənfi üçün minimum oxşaşma dərəcəsi göstərir. Minimum oxşaşma dərəcəsini qeyri-metallarda bu şəkildə tapırıq. Qrupun nömrəsindən 8-i çıxırıq. 5-dən 8-in o da mənfi. Çarpaz yazanda 3 düşəcək X-in indeksinə, 2-də Y-in. X3, Y2 olacaq cavabımız. Y variantı. Hər ikinci suala baxaq. Atom və ya iyon X, Y, elektron və proton sayılar verib. Deyir, N böyük M olarsa, N-dən böyük olarsa, hansı ifadələr doğrudur? Gəlin elə N-lə M-in yerinə burada rəqəmlər qoyaq, ədəd qoyaq. Elə qoyaq ki, yəni N böyük olsun, M kiçik olsun. Bax, belə bir uyğunluq olmasa belə, yəni üstü məsəl üçün həmin formada o elementin yüklənə bilməsə belə fərqi yoxdur. Yəni istənilən bir ədədlə bu şəkildə cavabımızı deyə bilərik. N olsun, məsəl üçün elə 10, məsəl üçün deyirəm, M də olsun, ondan kiçik 9. Gəlin indi yazaq, X, onun protonu 10-dursa, sol tərəfinə 10 yazıram, elektronu M, yəni 9-dursa, sağına da 9 yazıram. Bu
Bu deməli müsbət yüklənib ki, ondan birini çıxanda 9. Əslində 10 neondur, yəni belə deyək, heç neonun üstü yüklənmir də. Sadəcə yəni 10 olmasın, 15 olsun, nə olur olsun üzərində işləyə bilərik. Mən adi bir ədədlə müqayisə edirəm. Deməli 10-dur ki, belə deyək də müsbət yüklənibdir ki, ondan birini çıxanda 9 qalır. Y-də eyni qaydada protonu 9-dur, elektron 10-dur. Bu da mənfi olubdur ki, mənfi 1. Üstünə gəlində 9-un 10 eləyib. İndi buradan X müsbət yüklənib, yəni kationdur. Y mənfi yüklənib, aniondur. İndi hansı doğrudur? Y neytral yoxdur. Neytral olanda burada M-ə bərabər olardı. Neytral odur ki, protonla elektron burada bir-birinə bərabər olur. Hər ikisi 9-9, məsələn 10-10 belə olar da. İndi neytral deyil. X kationdur, doğrudur. Y aniondur, bu da doğrudur. Doğru cavab 2-3. C variantı. 53-cü sualda bizə deyir ki, Xn iyonu Y müsbət iyonuna, Xn iyonu Y müsbət iyonuna 2 elektron verdikdə yükləri bərabərləşərsə N-i müəyyən edin. Deməli, X 2 elektron verir. Bu arada Y-də 2 elektron alır. Belə. İndi o verəndə bu da alacaq. Düzdürmü? Vermək deyəndə, verəndə üstünə gələcək. Çünki müsbət yüklənəndə çıxırıq da biz. Müsbət yüklənəndə çıxırıq. Yəni, əksinə olur axı. Verəndə müsbət yüklənir, alanda mənfi yüklənir. İndi verir deyəndə, deməli verir deyəndə biz üstünə gələcək. Elə belə yazıram. Almaq deyəndə isə çıxacaq. Deməli, bununki eyni idi. Bunun da özü üstündə bir dənə müsbət, yəni müsbət 1-də 1 yazıram. Bu eyni idi, bu da 1 idi. Bu 2 verir deyəndə mən bunun üstünə gəlirəm 2-ni. Bu 2 alır deyəndə bundan 2-ni çıxıram. Deməli, ondan sonra deyir ki, yükləri bərabərləşərsə və bərabər edirik. Buradan n nəyə bərabərdir? Deməli, mənfi 4-dən 1, mənfi 3 olacaq cavabımız. Mənfi 3 D variantı. Deməli, burada bax, bizə verir deyəndə üstünə gəldik, alır deyəndə çıxdıq həmin öz yüklərindən və bərabər elədik. Buradan da müəyyən etdik. Çünki həqiqətən alanda mənfi yüklənir, verəndə müsbət yüklənir. Buna əsasən yazırıq. 54-də bizə deyir neytral halda elektron sayı. 3-cü dövrün təsirsiz qazın elektron sayından 7 vahid çox olan element üçün hansı ifadə doğru deyil? Deməli, 3-cü dövrün təsirsiz qazı deyirsə, axı təsirsiz qazlar 8-ci qrupda yerləşir. Dövr də 3-dürsə, onun elektron formulu 3s+2, 3p+6-dır. 3-cü dövr 8-ci qrup. Deməli, bunun əvvəli bura qədər də 10 elektron var. 18. İndi bu 18-dən 7 vahid çox olan. 18-in üzərindən 7 gəlir. O eləyəcək 25. Deməli, həmin o sıra nömrəsi 25 imiş o element. O element üçün hansı ifadə doğru deyil? 25-i paylaşdıraq. Sonu yazıram. 4s+2, 3d+5. 4-cü dövr elementi də doğrudur. Səhv axtarırıq biz. Ən böyük və ən kiçik oxşaşma dərəcələrinin cəmi müsbət 6-dır. Deməli, D elementi olduğuna görə bu metaldır. Metal olduğuna görə ən kiçiyi 0-dır. Ən böyük də qrupun nömrəsi müsbət 7-dir. Bunların da cəmi elə 7-ni verəcək. O bizə deyir ki, cəmi müsbət 6-dır. Səhvdir. Bilirsiniz nə elə deyir? Məsələn, belə bir qaydamız var, qeyri-metallarla olan bir qaydamız var. Onu özü qəsdən belə yazıb ki, şagird bəlkə qarışdırar ki, qeyri-metallarda axı 7-ci qrup olanda onun ən kiçiyini tapmaq üçün 7-dən 8-ni çıxırıq mənfi 1 eləyir. Düşünər ki, yəqin mənfi 1, ən kiçik mənfi 1-dir, ən böyüdür müsbət 7, cəmi 6-nı verir. Xeyr, bu metaldır. D elementləri metaldır. Metalların minimum oxşaşma dərəcələri 0-dır. Mənfi söhbəti yoxdur burada. Deməli, doğru cavab, yəni B, çünki yanlış idi. İndi digərlərində baxaq, məsələn, metaldır, doğrudur, D elementidir, doğrudur. Normal halda 5 cütləşməmiş elektron var. Bəli, D-ni çəkib göstərsək, D-nin 5 xanasında 5-də təkdir, cütləşmir. Yəni, səhv cavab, yəni B-dir. Gələk 55-ci suala. Element XY qrupun nömrəsini verib, dövrün nömrəsini verib, neytron sayı. Deməli, gəlin burada protonu müəyyən eləyək, neytronlarını da verib, sonra da nisbi atom kütlələrini müəyyən eləyəcək, hətta formulunu quracaq. Deməli, bax, X-in əgər dövrü 3-dürsə, yazıram 3, qrupu da 1-dirsə, 3s+1 sonluğu ilə bitir deməli X. Yəni, bu 11-in paylaşması. Deməli, X-in protonu 11-dir. Neytronda 12-dir, ayırda olacaq 23. X-i müəyyən elədik. Və qrupu da bu arada birinci A yarım qrupudur. Gələk Y-ə. Y-də deməli, dövr 2, qrup 7 əsas yarım qrup. Deməli, 2s+2, 2p+5. Onda bunun əvvəlində də elə 1s+2-sini yazsaq, deməli, olacaq neçə? 9.
Neutron da 10'dursa kütlə olacaq 19 nisbi atom kütləsi. Qrupu da elə S-lə P-ni toplayırıq. 7-ci A yarım qrupu. Belə. İndi X-lə Y-in gəlin formulunu. Yəni hər ikisinin nisbi atom kütlələrini bilirik. Biri 23-dür, biri 19-dur. Bunların formulunu bilsək, bunların emirlərini hesablayarıq. Deməli, formulu necə olacaq? Yazıram X-lə Y-i yan yana. Deməli, burada sol tərəfdə duran element qrupun nömrəsi neçədir? Birinci qrup. Elə onu göstərəcək, yəni müsbət bir şəkildə. Sağ tərəfdə duran element də qrupu 7-dir. 7-dən çıxırıq 8-in mənfi 1 minimum seçmə dərəcəsi göstərir. Həmişə solda duran qrupun əlsi ilə onu yazırıq müsbət şəkildə. Sağda duran qrupundan 8-i çıxıb sonra yazırıq. Bu bir qaydadır. Bu da 1-1, heç indekslərinə də düşmür. Formul olacaq elə x-y. Deməli, formul x-y-də nisbi atom kütləsi x-inki 23-dür, bu da 19-dur. İndekslərində rəqəm olsa vururuq. Yoxdur. Elə 23 plus 10, 23, 29 yazım. 23 plus 19. 30, 42. 42. X-y 42. Cavab olacaq Y variantı. 56-cı sualda yenə eyni tipli bir sualdır. Deməli, burada yenə x-i müəyyən eləyək ilk öncə. Dövrün nömrəsi 2, qrupu da 2. Dövrün nömrəsi 4, 4, S-dür, 2. Qrupun nömrəsi 2-dir. İkinci əsas yarım qrup deyil. Məsələn, ikinci əlavə yarım qrup desə, məsələn, bura bir dənə 3 deyilsə 10 əlavə eləyərdim. 12-dən gəlmək ki. 12 olanda da ikinci qrup oluraq, amma əlavə element olur. Çünki amma əsas deyilənə görə axırı belə bitir. Bunun bura qədər də 18 elektron var. Opşi 20-nin paylaşmasıdır bu. Deməli, x-in sıra nömrəsi 20-dir. Neutron da 20-dirsə kütlə olacaq 40. Deməli, x-in ayrım bildik ki 40-dır. Eyni qaydada y-i yazsaq, dövrü 2, qrupu 6. Deməli, 2s üstü 2, 2p üstü 6 eləməsi üçün 4 yazırıq. Onda bu da 1s üstü 2. O eləyəcək 8-ci element. Y8-dir, neutronda 8-dir, kütləsi də 16-dır. Bu da belə. İndi gəlin bunların formulunu quraq. Qruplarını da bir dənə qeyd eləyək. X 4s-dir, 2 isə ikinci A yarım qrupu, o birisi də 6-cı. Onsuz da qrupun özü verib də. Qrupun biz buradan müəyyən eləmək. Onsuz da qrupa əsasən biz bunu müəyyən eləmişik. Nəsə, deməli, ikinci qrup, 6-cı qrup. İndi yan-yana qoyaq. Sol tərəfdə duran x ikinci qrupdur, elə müsbət 2 göstərəcək. Sağda duran qrup 6-cı elementin qrupu, yəni 6-cı qrupsa, 6-dan 8-in çıxırıq. Mənfi 2 göstərəcək. 2, 2, ixtisar gedir, elə 1, 1. Formula olacaq x, y. İndi m-ni hesablasaq, x 40-dır, y də 16-dır. 40 plus 16. Bu da eləyəcək 56. X, y 56. Cavab olacaq D variantı. Əlli suala baxaq. Burada elektron, proton, nisbi atom kütləsi. Bizdən nəyi istəyir? Bir dənə oxuyaq. İzotopları müəyyən edin. Aha. Deməli, izotopları müəyyən etməliyik. Biz burada yazırıq x. 2 mənfi. Elektron 18-dir. Onda bunun protonu olacaq 16. Proton yerinə 16 yazıram. Heç kütlə bizə lazım deyil. Yəni, izotop protonlara eyni olanda mən protonları müəyyən etməliyəm burada. Sonra, deməli, yəni burada kütlə lazım deyil də. Bəlkə digərlərində lazım var. Heç birində lazım deyil. Sonra, deməli, y. Y-in elektronu verib 16. Sağını 16 yazıram. Axı, üstündə yükü yoxdur. Yəni, 0-dır da, heç nə yazılmayıbsa. Deməli, onda proton da 16-dır. Onda 16. Aha. Sonra Z-də. Z-in üstündə mənfi var bu arada. Solğun veriblər. Mənfi. Solğun düşüb. Yəni Z mənfi. Elektron sayı 18 isə proton 17 imiş ki, üstünə bir gəndə birini alıb 18 olub. Bunun protonu 17. Deməli, sonra gəlirik T-yə. T-də deməli proton elə 20 verib də. Proton 20 veribdir. Onu da verib. İndi biz burada izotoplar, əlbəttə ki, protonu eyni olanlar, yəni X-ən Y-i götürəcək. İzotop odur ki, protonlar eyni olsun. İzotonda neutronlar eyni olsun. Deməli, doğru cavab X və Y olacaq burada. X və Y. X və Y, Y variantı. 58-ci suala baxaq. Neytral halda atomda elektron təbəqələrinin sayı 4. Valent elektron sayı 1. Deməli, valent elektron 1 isə qrupu 1-dir deməli. Elektron və element əsas yarım qrupda yerləşir. Deməli, elə sonu 4s üstü 1 ilə bitir. Təbəqənin sayı 4-dür, yəni 4-cü dövrdür. Sonra valent elektron sayı 1, yəni birinci qrupdur, həm də əsas yarım qrup. Deməli, budur.
İndi bizə deyir elektronları olan orbitalların sayı. Deməli bunu başdan 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, bir də 4s üstü 1. Bir orbital bunda, biri bunda, 3'ü bunda, biri bunda, 3'ü bunda. Bir dənə də bunun içində. Yəni elektronları olan, demir ha, dolu olan, ya yarı dolu olan, ümumiyyətlə elektron olsun içində. Tək də olsa, cüt də olsa. Deməli sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10 dənə olacaq. D variantı. 59-cu suala baxaq. Deməli x n müsbət. Sıra nömrəsi A-dır. Bizə deyir protonların sayının azalması. Elektronları eynidir. Elektronları eynidir. Biri müsbət yüklənib, elektronlar eyni. Gəlin burada istəyirsiniz yerinə rəqəm qoyaq. Belə görmək olur, demək olur. Amma rəqəmlə deyəndə daha da yaxşı izah eləmək olur da. Deməli M-in yerinə məsəl üçün qoyaq 10 tutalım. Yəni hamısının elektronu 10'dur. Sağına yazıram 10. Y, bu da Z üstü N, bu da 10. Y-də 10. Aha. Onda Y-in əgər elektronu 10'dursa, Y-in protonu da 10 olacaq. Yəni B də 10 olacaq. Çünki üstü yüklənməyib. X-in isə indi N-lərin də yerinə gəlin istəyirsiniz. Eynidir də. N, 1, 2 müsbət qoyaq məsəl üçün. 2 müsbət, bu da 2 mənfi. 2-dir də. N 2 olsa müsbət, bu mənfi. Bu 12 olsa, 12-dən 2-ni çıxsaq 10 eləyər. Yəni ikisini verib 10 olub. Yəni daha çox imiş. Bu da 8 imiş ki, üstünə 2 gələndə 10 eləyibdir. İkisini alıb 10 eləyib. Yəni bunların protonları, yəni A-nı 12, C-ni 8 olaraq qeyd edirik. Bunları da müqayisə eləsək, ən böyüyü olacaq. Deməli, X-inki, yəni A ən böyükdür. Ondan sonra B, sonra da C. A, B, C. Cavab olacaq D variantı. 60-cı sualda protonun AB deməli cəmi 20-dir, fərqi də 2-dir. A plus B bərabərdir 20-yə, A minus B bərabərdir 2-yə. Elə bunu sistem tənlik kimi həll eləsək, bunu tərəf-tərəfə toplasaq, yəni üstündən 6 toplasaq, B-lər gedəcək, 2A bərabər olacaq 22-yə, A da bərabər olacaq 11-ə. A da 11 isə yerinə qoyanda, B də 20-dən 11-in çıxanda, B də olacaq 9. İndi A 11-dir, B də 9-dur. X 11-ci elementdir, Y də 9-cu elementdir. Gəlin paylaşdıraq, X 11. 3s üstü 1. Belə sonluqla bitəcək. Yəni birinci A yarım qrupudur. Y də 9. 2s üstü 2, 2p üstü 5. Bu da 7-ci A yarım qrupudur. İndi bunların formulu müəyyən eləyəndə X-in Y qoyuruq yan-yana. Y deməli sol tərəfdədirsə, qrupu 1-dirsə müsbət 1 göstərəcək. Y isə sağ tərəfdədirsə minimum oxşaşma dərəcəsi. Yəni qrupundan çıxırıq 8-i, 7-dən 8-i mənfi 1 göstərəcək. 1, 1 yazılmır. X, Y. Cavab olacaq D variantı. 61 də yenə eyni tip bir sualdır. Yenə A ilə B-nin cəmi. A ilə B-nin cəmini 27 verib, A ilə B-nin fərqin 13. Tərəf-tərəfə toplayırıq, B-lər gedir, 2A bərabərdir 40-a, A da bərabərdir 20-yə, onda B də bərabərdir 7-yə. A 20-dir, B 7-dir. B 7-dir. Gəlin bunu yazaq. Deməli, X-in sıra nömrəsi 20-dirsə, sonu bitəcək 4s üstü 2 ilə, yəni ikinci A yarım qrupu olacaq. Y 7-dirsə, 2s üstü 2, 2p üstü 3 ilə bitəcək. Yəni bu da 5-ci A yarım qrupu olacaq. Deməli, X-in Y qoyuruq yan-yana yenə. X soldadır, ikinci qrupda müsbət 2 göstərir. Y sağdadır, 5-dən 8-in çıxırıq, mənfi 3 göstərir. 3 bura, 2 bura. X 3, Y 2. D variantı. 62-ci sualda bizə deyir, deməli, iyonları verib, Z-tamı atomdur. Deyir, eyni sayda elektronları varsa, bu elementlərin proton sayılarının azalma sırasını göstərin. Eyni sayda elektronları varsa deyir. Məsələn, bunların elektronların sayı eyni olsa, bayaqki buna aid indicə yerinə qoyduq, M vermişdi. Bax, o tipli həmin sualdan, orada cədvəl şəklində idi. Deməli, yazaram X, N müsbət. Məsələn, hamısının elektronu yenə 10 qoyuram. Burada A-dır. N-in də yerinə qiymət qoyacam. B, N mənfi. Bu da 10 olsun. Z, C 0, bu da 10 olsun. Onda C ilə burada 10 olacaq. Və C-ni silib yerinə 10 yazıram. Cədvəl. Burada kənarda yazıram. C bərabərdir 10-a.
N'lərin də yerinə bir dənə 2 yazaq. Məsələn, 2 müsbət, 2 mənfi. 2 müsbət isə A olacaq. Müsbət çıxılıb 10 qalıbda. A olacaq 12. Bax, A 12. 12 imiş ki, ikisini verib 10 qalıb. B də ikisini alandan sonra 10 olubsa, B də 8 imiş. Təzdən B yazıram bura. B də bərabərdir 8-ə. İndi A, B-ci bunları müqayisə eləyək. Protonların azalma sırası. Böyükdən kiçiyə A, sonra C, sonra B. A, C, B. A variantı. 63-cü sual. Burada deməli, ilk öncə biz ortada H3O müsbətdən başlayacaq. Çünki o məlumdur. Yəni, maddənin biz elektronla tapa bilərik, protonla tapa bilərik. Hidroksonium ionudur. Deməli, əvvəlcə protonu tapaq. Protonu tapanda hər birinin sıra nömrəsinin indekslərinə vurub toplayırıq. İyonun yükü ilə işimiz yoxdur burada. Protonla neytronu hesablayanda iyon yükünə baxmırıq. Elektronda iyon yükünü nəzərə alacaq. Deməli, hidrogenin 1-i 3-ə vuranda 3, oksigenin 8. Bu eləyəcək 11. Protonun bizə B verir, baxı. Deməli, B-nin qiyməti 11-dir bu arada. B 11-dir. Tez yerinə qoyaq digərlərinə də 11-in üstünə 1 gələndə 12 bu eləyəcək. 11 üstünə 2 gələndə 13 də bu eləyəcək. Aha, indi A-nı da müəyyən eləyək. Elektronumuz, yəni A-mızdır bu da. A da bərabər olacaq. Hidrogenda 1-i 3-ə vururuq 3, oksigen də 8. Axırda iyonun yükü, yəni protonla gəlirik də. Yəni bu 11-i alırıq. Burada axırda iyonun yükü əgər müsbətsə çıxırıq, mənfisi üstünə gəlirik. Müsbət olduğuna görə birində çıxıram, elektron oldu 10. Yəni protondan birini çıxdıq, 11-dən birini 10. Deməli A-nın qiyməti də 10-dur. İndi artıq digərləri müəyyən edə bilərik. İndi bax A-la B-nin qiymətini bildik. Bax kənarda da yazıram ayrıca A bərabərdir 10-a, B bərabərdir 11-ə. İndi bizə burada M-lə N də lazımdır. İndi yazıram X üstündə N. Bunun protonu 12-dir. Cədvəldən görürük. Sol tərəfinə 12. Elektron da 10-dur. Sağ tərəfinə də 10-u yazırıq. Buradan artıq N bəlli olacaq ki, müsbət 2 imiş ki, 12-dən 2-si verib, yəni verəndə müsbət 2-dən arxı qalıb 10. N'in qiyməti 2. Yəni kənarda və burada yazıram ki, N bərabərdir 2. Bir dənə M-i də tapaq. M-i də tapmaq üçün Y üstündə M. Deməli, proton 13-dür. Sola yazırıq. Elektron da 10-dur. Sağa yazırıq. Bu da olacaq. Deməli, 13-dən 3-ün çıxanda 10 qalıbda. Deməli, müsbət 3 yüklənir. Ki, 13-dən 3-ün çıxırıq. Alırıq onu. Belə. Deməli, M-in qiyməti də 3-dür. İndi müqayisə eləsək, M N-dən böyük olacaq. B də A-dan. M N-dən B A-dan. Doğru cavab olacaq Y variantı. Yenə həmin sualdandır. Vaxtımız çox gedir. Yolu eyni bir yoldur. H3O müsbətdən başlayıb A-la B-ni tapırıq. Digərlərini də qoyuruq yerinə. Keçək növbət suala. 65. Dördüncü dövr əlavə yarımqrup elementi. Deməli, D elementi olacaq bu. Əlavə yarımqrup deyil, dördüncü dövr deyil. Onda bir dənə yazaq. 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2, 3P üstü 6, hətta 4S də var, 3D də var, amma üstlərini deyə bilmərəm neçədir. Bəlkə 4D üstü 2-dir, bəlkə 1-dir, 3D-də nə qədərdir bilmirəm. Amma fakt, yəni S ilə D-ni bilmirəm, amma fakt P-ni bilirəm ki, 12 P-miz var bizim. Birinci, yəni ilk olaraq P-dən başlayacaq. Yəni ilk burada P-dir. P-ni bizə cədvəldə A+7 verir. Həmişə belə suallarda P-ni dəqiq bilirik. S-lə D bilinmir, amma P ortada da bilinir də nə qədər olduğu. Deməli, P-ni verib A+7. A+7-ni 12-yə bərabər eləyəndə A-mız olacaq 5. A-mız da 5 isə D-yi A verib baxı. Deməli, D 5 olur. S də A+2. 5-lə 2-ci cəmi 7 olur. Deməli, yazıram. Gətirib burada D-nin üstünə yazıram 5. S-in üstünə də neçə yazsam 7 eləyər cəmi S-imiz. Axı 2-si, 2, 2, 2, 6-sı var. Deməli, S də 1 imiş ki, cəmi 7-dir. İndi bizdən X-in sıra nömrəsini toplayırıq. Bu da eləyəcək 24. Xrom elementi 24-ün paylaşmasıdır. Doğru cavab C variantı. 66-cı sualda X 2 müsbət iyonunda, deməli X2 müsbət iyonunda S-in, P-nin, D-nin sayını veribdir. Dövr sistemində mövqeyini müəyyən edin. Bu iyonundakı SP, D-nin sayını verib bu arada. Deməli, ikisi verəndən sonra bu haldadır. İkisini verəndən sonra. Deməli, 1S üstü 2, 2S üstü 2.
2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 4s üstü 2, 3d üstü deməli yox, 4d üstü 2 deyilmiş. Deməli 4d üstü 1, 3d üstü 10 imiş. Bu mis elementi. Yəni bu şəkildə yazmaya da bilərik. Mən artıq bunu müəyyən edə bildim. Çünki 2 elektronu verəndən sonra belə olubsa, mən 2 elektronu qoydum yerinə. Birini D-yə qoydum, birini S-ə. Verəndə birinci xarici təbəqədən verib, birinci S-i verib, birini də D-dən verib. Ona görə axırı, yəni bu şəkildə onların verdiyi kimi qalıb. Həqiqətən, yəni burada S-in sayı 6 qalıbsa, əvvəlcə 7 imiş. Yəni belə yazma olar da. Deyərik x2 müsbətdə bunları toplayarıq. Bu neçə eləyir? 18 üstünə də 9 gələndə 27. Deyərik ki, bunun 27 elektron var. Onda bunun sıra nömrəsi neçə olub? 29. Belə deyə bilərik. Qayıdıb 29-u nəyə paylaşdırarıq? 29-u da paylaşdıranda axırı 4d üstü 1 bilirik ki, misli də 3d üstü 9. Bəli, mən bayaq dedim ki, bu şəkildə daha doğrusu 9 nə idi? 10. Yəni üstə yazdığımda həmin halı alırıq. Deməli 29 imiş ki, mis imiş ki, bu şəkildə 4d üstü 1, 3d üstü 10, birini S-dən verib, birini D-dən verib, sonunda yəni bu şəkildə qalıbdır. İndi bu da neçənci dövrdür? 4-cü dövrdür. Qrupda 10-la 1-i toplayanda 11, amma birinci B yarım qrupu, yəni əlavə. 4-cü dövr birinci B yarım qrupu. B variantı. (67-ci sualda xn elektronu A, protonu A plus 1. Burada deyir, N-i müəyyən edir. Görürük ki, A plus 1-dən A-ya gəlib, azalıb. Deməli, müsbət yüklənib. Müsbət olanda çıxılır axı. Və müsbət neçə imiş? Əlbəttə ki, müsbət 1 imiş. Ki, birini çıxanda A plus 1-dən, birini çıxanda A qalıbdır. D variantı. 68-ci sualda bizə deyir, 0,2 mol XH3 maddəsinin kütləsi 3,7 qramdır. X atom nüvəsində 7 neytron varsa, deməli X3 mənfi iyonda neçə elektron var? Deməli biz burada əvvəlcə X-in nisbi atom kütləsini tapacağıq. Bizə verib onun molun, maddənin molun və kütləsini. Deməli 0,2 molu 3,4 qramdır XH3 maddəsinin. Tənasüb də qura bilərik. 0,2 molu 3,4-cə 1 mol neçə qramdır? Oradan da emirindən X-i taparıq. Ya da birbaşa tənlik vuram mən. Molun vururam, 0,2-ni vururam emirinə, X plus 3 də bunun emiridir. Bərabər edirəm 3,4-ə. Buradan deməli X plus 3 bərabərdir. 3,4-ü 0,2-yə bölürük. Yəni 34-ü 2-yə. 17, X də bərabərdir 14. Deməli X elementinin nisbi atom kütləsi 14-dür. Neutron da 7-dir, ortada yazıram. Proton da onda 7 olacaq. İndi 3 mənfi iyonunda neçə elektron var? 7-nin üstünə 3 gəlirik, 10 elektron. Belə, yəni əvvəlcə X-in ayrını tapdıq, sonra neutron biləndən sonra proton da tapırıq, sonra da elektronun. Və doğru cavab olacaq 10. B variantı. 69-cu sual. X2 müsbət iyonda elektronların sayı 36 var. 36-nı yazaq elektron yerinə, ona bunun protonu 38 olub ki, ikisini verib, qalıb 36. Deməli, X-in nisbi atom kütləsi də 88-dir. Bizdən deyir, neçə neytron var? 88-dən də çıxırıq protonu sayı. Qalır 50 neytron. A variantı. 70-ci sualda 0,2 mol X2 S3 birləşməsinin kütləsi 3 qramdır. Bayaqkini oxşayır əvvəli. Deməli, X2 S3 0,2 molu əgər 3 qramdır, 0,2-ni vururam emirinə, 2x plus kürtdə 32-ni 3-ə vuranda 96 bərabərdir 3-ə. Buradan deməli 2x plus 90 mötərizəni açıla bilərsiniz. Mən buna məchul vuruş kimi baxıb elə 3-ü böləcəm 0,2-yə, yəni 302-yə, eləyəcək 150. 2x bərabərdir 54, x 27. X-in deməli ayrın 27 tapırıq bu hesablamadan. İndi deyir ki, və yazıram X-in ayrın yerinə 27. Deyir, X elementin qısa elektron formulu budur, elementinin deyir. Yəni bu protonun sayıdır. Bunun əvvəlində də bura qədər 10 elektron var axı, bu 13-ün paylaşması. Deməli, proton 13-dür. İndi neytron neçədir? 24-dən də 13-ün çıxanda 14-də neytron olacaq. A variantı. 71-ci sualda yenə bax 0,2-ni vuraq X2 S3-ün emirinə, yəni 2x plus 96-ya bərabərdir 3-ə. Yenə bax əvvəli eynidir də. Buradan x bayaqçı kimi. X neçə çıxmışdı? 27.
İndi x 27, neutron 14'dür. Deyir onun qısa elektron formulu müəyyən edir. Deməli protonu tapaq ki, 27-dən 14-ünü çıxırıq, 13 proton, 13'ü paylaşdırırıq. 3s üstü 2, 3p üstü 1. C variantı. 72'də yenə həmin sualdan elə. Deməli 0,25'i vururuq. X2 o 5'in yerinə. Yəni 2x plus 16'ını da 5'e vuranda 80 bərabərdir 27'yə. Buradan 2x plus 80'i tapaq. 27'ni 0,25'e bölək. Bunu bir dənə kalkulatorda böləcəm. Deməli 27'ni bölürəm 0,25'e. Yəni 2725'e bölüb belə də deyə bilərik. 108. Bunda 2x bərabərdir 28'i, x də bərabərdir 14'e. Deməli x-in nisbi atom kütləsi 14'dür. Deyir x atom nüvəsində 7 neutron varsa, ortaya 7 yazıram, üstündə də 3 müsbət. Proton neçə olacaq? 14'dən 7'ni çıxanda 7'də proton olacaq. Yəni deyir x 3 müsbətin qısa elektron formulu. Bu da 7'nin də üstünə, daha doğrusu 7'də 3 müsbət yüklənəndə 7'dən 3'ün çıxırıq, qalır 4. Yəni 4'ü paylaşdıracaq. 1s üstü 2, 2s üstü 2. Yəni 2s üstü 2, 2p üstü 0, 0. Yəni p yoxdur da. D variantı olacaq cavabımız. Belə. Deməli, gələk 73-cü suala. 73-cü sualda elementlərin dövrün verib, yerləşdiyi elementlər ailəsini verib, hansı reaksiyalar gedər? Deməli, burada x soyucu su ilə. X burada əgər p elementidirsə, dövrüdürsə, məsəl üçün bu şükür də ola bilər. Şükür 3-cü dövr elementidir, p elementidir. Məsələn, belə x soyucu birləşməsi, yəni s soyucu əmələ gətirir. Ona görə s soyucu da su ilə reaksiya girib H2SO4 əmələ gətirir. Yəni, birinci gedəcək. Y2 oyuncuda su. Y burada deməli 4-cü dövrdür və s elementidir. Və Y-in də buradan valentliyinə görürük ki, 1'dir. Yəni, bu Y burada qələmi metaldır. Məsələn, 4-cü dövrü kalium. Dövrü 4'dür, birinci qrupda S elementi kalium 2, kalium 2 o, kaliumun oksidi su ilə girilmir, bəli, kalium OH əmələ gətirir, ikincidə gedər. Bəs o birisi ZO, Z D elementi olduğuna görə D elementlərin oksidləri su ilə girmir reaksiya. Bax, 3-cü getməyəcək. Doğru cavab 1-lə 2, Y variantı. Deməli, 74-cü sualda X24 paylaşdıraq. 24 bilirik ki, xromdur. Burada 4s üstü 1 olacaq. Deməli, 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6. Sonra kənardan 4s üstü 1, 3d üstü 5. Bizdən normal halda cütləşmiş elektronun sayı, bir də tək elektron sayı. Tək elektronun desək, tək elektronu 5'i d-nin içindədir. 1, 2, 3, 4, 5. Biri də S-in içində. 6'sı təkdir. B-nin yerinə cədvəldə 6 yazıram. Qalanları da cüt olacaqlar. Durub cütü bir-bir saymağa, yəni burada mənası yoxdur. 24'dən də 6'ın çıxanda 18 dənə də olacaq cütləşmiş elektron. Hamısı cütləşir qalanları. İndi Y16'nı bu şəkildə paylaşdıraq. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 4. P-ni çəkib göstərib, orada təki görsək, 1, 2, 3, 4. Buradan gördük ki, 2 dənə təkimiz var. D-nin qiyməti 2 oldu, onda yerdə qalanda cüt olacaq. 16'dan da 2'ni çıxanda 14 də cüt olacaq. İndi baxaq, A-nı B-yə bölüblər 3'ün 1'ə. Yerinə qoyaq görək, A bölünsün B nisbəti. 18'i 6'ya bölsək, 3'ün 1'ə qalarmı? Bəli, 1 doğrudur, götürəcək. Sonra C ilə B-nin cəmi. Görək C ilə B 14 ilə 6'nın cəmi 20. 20 görək kiçikdir. A ilə D-nin cəmindən 18 ilə D-nin cəmi. A ilə D, yəni 18 ilə 2'nin cəmi 20. Xeyr. 20-20 bərabərdir. İkinci yanlışdır. Sonra deməli, üçüncü C-ni D-yə böləndə. Yəni 14'ü 2'ye böləndə, bəli 7'nin 1'ə nisbəti. Doğrudur, üçüncü də doğrudur. 1 ilə 3, Y variantı. 75 də yenə həmçinin eyni tip bir sualdır. Yazaq, yenə də yazaq, burada qalmasın. Deməli, X25. Elə sonun yazıram. 4s üstü 2, 3d üstü 5. Elə nə tək var bunların içindədir. 1, 2, 3, 4, 5.
Amma burada cütdür. Deməli 5 dənə tək var burada. Deməli burada 5 dənə tək var. Yəni B olacaq 5. 25-dən də 5-in çıxanda 20 dənə də cüt elektron. İndi Y14. 3S üstü 2, 3P üstü 2. P'də 2 dənə tək var. 1, 2. Yəni D'miz 2-dir. Onda 14-dən də 2-in çıxanda 12 dənə də olacaq cüt elektron. İndi baxaq görək hansı münasibət doğrudur. A bölünsün B. 20-ni böləndə 5-ə, 4-ün 1-ə. Bəli, 1 doğrudur. Sonra C bölünsün D. 12, 2. İxtisar gedir 6-dan 1-ə. Bəli, 2 də doğrudur. C ilə B-nin cəmi. 12 ilə 5-in cəmi 17. A ilə D-nin cəmi 22. Bundan böyükdür. Xeyr, əksinə. Bu birisi cəm. Sağdakı cəm, soldakı cəmdən böyükdür. 3 səhvdir. Doğru cavab 1, 2. D variantı. 76-cı sualda X, Y və Z əsas yarımqrup elementlərindən biri ikinci qrup, digəri 6-cı qrup, üçüncüsü isə 4-cü qrup. Deməli, biri 2-dir, biri 6-dır, biri 4-dür. Deyir, X-in sıra nömrəsi 14-dür. X-i biləcəkdə, X 14-dürsə paylaşdırıq. 3S üstü 2, 3P üstü 2. Bu oldu 4-cü qrup. X 4-dür. Qaldı biri 2, biri də 6. İndi hansı 2-dir, hansı 6-dır? Deyir, Y-in proton sayı X-in proton sayından 6 ədəd çoxdur. 14-ün üstünə 6 gələndə 20. Deməli, Y-də 20 imiş. 20 də paylaşdıranı 4S 2. Bu da oldu ikinci qrup. İkinci A yarım qrupu. Y-də 2 oldusa da 3 qrup saymışdı bizə 2, 4, 6. Z-də olacaq 6. Deməli, 4, 2, 6. 4, 2, 6. C variantı. (77'ye baxaq. X2, Y, O3 birləşməsindəki Y elementi ikinci dövrün 4-cü qrupun əsas yarım qrupunda yerləşir. Deməli, Y qısa elektron formulu ikinci dövrün 4-cü qrupu. 2S üstü 2, 2P üstü 2. Belə yazaq ki, gərək ikinci dövr 4-cü qrup. Onda bunun əvvəlində də 1 üstü 2 yazsaq, bu olur 6-cı element. Y-in sıra nömrəsi 6-dır. Bunu bildik. Və atom nüvəsində 6 neytron var. Neytron da 6, kütlə də 12 olacaq bu arada. Birləşmənin İsmail kütləsi də 106-dır. Deməli, maddəni burada mötərizəyə yazıram. Emir, bax, bunun emiri 106-dır. X elementini müəyyən edin. Deməli, Y-in artıq kütləsi 12-dir, bilirik. Oksigen də 16-dır, bunu da bilirik. Bir dənə X məhsulda tənlik quraq, oradan X çıxacaq. Deməli, tənliyimiz belə olacaq. X-i X götürürük. İndeksinə 2-yə vuranda 2X. Y-imiz bir dənədir, kütləsi də 12-dir. Plus 12. Oksigen 16, 3-ə 48. Bunun cəmi 106. 106. Deməli, buradan 2X 60. 2X bərabərdir 46. X də bərabərdir 23-ə. 23 natrium B variantı. 78-ci sual. X, 2, Y, O, 4 birləşməsində Y elementi 4-cü dövrün 7-ci qrupun əlavə yarım qrupunda yerləşir. Aha. Deməli, Y-imiz daha Y-imiz belə olacaq. Nöqtələr 4, S üstü 2, 3, D üstü 5. Çünki 4-cü dövr 7-ci qrupun əlavə yarım qrupu. Deməli, 25-ci elementdir. Bu arada bura qədər 18, 20, 25. 25-ci elementdir. 25-ci elementdir 4-cü dövr 7-ci qrupun əlavə yarım qrupu. Və nüvəsində neytron sayı proton sayından, proton 25 tapmışıq axı. Neytron sayı proton sayından 5 ədəd çoxdur. Onda neytron da olacaq 30. 25-in üstə 5 gəldi 30. Bu arada kütləsi də 30-dan 25-in cəmi 55 eləyəcək. İndi deyir ki, X elementi isə 4-cü dövrün 1-ci qrupun əsas yarım qrupunda yerləşir. Deməli, X 4, S üstü 1 olsun ki, gərək 4-cü dövr 1-ci qrup əsas yarım qrup. Bu da 19-un paylaşmasıdır. 19-cu elementdir ki, bu şəkildə paylaşdırarıq və 20 neytron var nüvəsində. Onda bunun da kütləsi 39 eləyəcək. Yəni, deyir, bu birləşmənin İsmail kütləsini hesablayın. Artıq X-in də ayrım bildik. 39, Y-də bildik 55. Artıq yerinə indekslərinə vuraq. Oksigen də 16-dır. Hesablayaq. Yazırıq Emir. X 2, Y, O 4 bərabərdir. Deməli, 39-u vuruq 2-yə. 78 plus. Y-imiz neçədir? 55. Elə bir dənə Y var. 55. Oksigen 16-ını vuruq 4-ə. 64. Bunu cəmləyirik. 120, 133 plus 64. 197. B variantı.
79-cu suala baxaq. X2 müsbət iyondakı elektronların sayı 23. Yazıram 23. Proton deməli 25 olub ki, ikisini verəndə elektron olub 23. İndi X-in nisbi atom kütləsi 55-dir. Nüvəsində neçə neutron var? 55-dən çıxacaq 25-i. Eləyəcək 30 neutron. Deməli 79-da cavabımız oldu 30. 80-ci suala baxaq. 3s2 3p5. Bunun əvvəli də 10 elektron var. Obşi 17 eləyir də. 3s2 3p5 bu 17-nin paylaşmasıdır. Ne deyir? Formula malik elementin nisbi atom kütləsi 37 olan, deməli elementin nisbi atom kütləsi 37-dir. Bu arada protonda 17 tapdıq, hesabladıq. Neçə neutron var? 37-dən də çıxırıq 17-ni olacaq 20 neutron. Ortada olacaq 20. 80-də də cavabımız 20 oldu. 81-ə baxaq. 81-də də yenə deməli bu 17-ci elementdir. Deməli 2 sıra nömrə 17. Çünki 3s2 3p5 17-nin paylaşmasıdır. İndi nisbi atom kütləsi 35-dir. Neçə neutron var? 35-dən də 17-ni çıxanda bu dəfə də 18 neutron eləyəcək. 82-ci sual. Protonları qədər neytronu olan X və Y atomlarından əmələ gətirdiyi birləşmənin nisbi molekul kütləsini hesablayın. Deməli, protonları qədər neytronu olan deyir. X-in protonunun bir dənə baxaq görək neçədir. Deməli, bir-bir bu nöqtələri belə sayada bilərik onları. Oradan da müəyyən etmək olar. Ya da 1, 2, 3. Üçüncü dövrdür. Deməli, 3s2. Elə 3s2 var. Çünki sonuncu təbəqədə 1, 2. Bu onun qrupunu göstərir. Elə 3s2. Deməli 12. Qonşudan gələn səslərdir. Yəni arada bir belə səslər gəlsə də biz yenə də davam edək. Deməli 3s2 yəni 12-nin paylaşmasıdır. Yəni X-in sıra nömrəsi oldu 12. Bizə nə deyir ki, X və Y atomlarının əmələ gətirdiyi birləşmənin nisbi molekul kütləsini. Əvvəl nə deyirdi? Proton və neutronlar eyni olan deyirdi. Hə, protonlara qədər neutron olan. 12 protonu varsa 12 də neutron var. Kütlədə 24-dür bu arada. İndi gələk Y-ə. Y-də də baxaq. 1, 2, 3 təbəqə var. 1, 2, xaricdəkini sayırıq. 3, 4, 5, 6. Deməli, sonu olacaq 3s2, 3p4. Belə olsun ki, cəmi qrupu üstünü toplayanda 6-nı versin. Təbəqə də 3-dür. Deməli, 3-cü dövr 6-cı qrup. Bu da 16-nın paylaşmasıdır. Y-də 16. Yəni, protona qədər neutron olan dediyinə görə neutron da 16-dır, kütlədə 32-dir. İndi X-in qrupu 2-ci qrupdur. Onu oradan da gördük. Xarici təbəqədə elektron 2-dir. Y-də 6-cı qrupdur. İndi gəlin bunların formulunu, yəni bunların ikisini birləşdirək. X, Y. X ikinci qrupda solda durub müsbət 2 göstərəcək. Y isə sağda durub qrup 6-sı altdan 8-in çıxanda mənfi 2 göstərəcək. Burada da 2, 2 yazsaq, ixtisar gedir, elə X, Y olur formul. İndi formul X, Y-dir. Bizdən də nisbi molekul kütləsini hesablayın. Deməli, hər birinin kütlələri, bax, X24-də, Y-də 32-dir. İndeksinə rəqəm varsa vurub, toplayırıq. Elə X24-də 24, Y-də 32-dir. Bu da eləyəcək 56. 56 eləyir. 56 olan hansıdır ki? Düzgün hesapladım mı burada? Bir dənə baxın. Deməli, X, bu maqnezyumdur. Bu da şükür, maqnezyum S birləşməsi əmələ gətirir də. Hə, indi deməli, burada X-in kütləsi 24-dür, o da 32-dir. Hə, olacaq cavabımız, deməli, 56. Burada deyəsən, deməli, X-in, mən sayın səhv dedim, 4-cü təbəqədir. X 4-cü təbəqədir. Mən bunu görürəm, axı, bayaqdan gözümə çox görsənir. Yəni, buradan 3 dənə təbəqə sayıram, amma 4 dənə təbəqədir. X-də yanlışlığı olacaq. Təzdən təkrar bir də bunu mən qeyd edirəm. Deməli, X olacaq 4-cü dövr 2-ci qrup. Sonu olacaq 4s2 X-in. Yəni, X-in sıra nömrəsi 20-nin paylaşmasıdır. 20 olacaq. 20-dirsə, 20-də neytronu kütləsi 40 olacaq. Amma Y bayaqki kimi. Y-i düz yazmışam. Deməli, 3 dənə təbəqə var. Burada nazik çəkib, adamın gözü seçmir. Deməli, Y olacaq 16-cı element, bayaq dediyimiz şəkildə. 16, neytron da 16, kütlədə 32. Formul yenə 2-ci qrupdur, qrup eynidir. 6-cı qrupdur. Yəni, formul yenə X, Y olacaq. Çünki 2, 6, müsbət 2, mənfi 2, X, Y olur. X, Y-in emeri X deməli, kütləsi 40-da, Y-də 32-dir. Cəmi olacaq 72.
Belə, yəni burada ikiz kalsium metaldır, maqnezium yox. Dördüncü, 4 dənə təbəqə. Bunu saymaq daha dəqiq əlbəttə ki, görmək olar. Saymağa biraz yəni tənbəllik elədim burada. Təbəqə ilə gedəndə 3-cü dövr dedim mən buna. 3 dənə təbəqə yoxdur, axı 4 dənə təbəqə var. Mən sonu 3s2 ilə dedim, amma sonu 4s2 ilə bitdi yəni. Belə keçək 83-cü suala. Deməli 83-cü sualda Y elementin valent elektronların sayı, valent elektronları ümumi elektronların neçə faizini təşkil edir? Deməli, valent elektronları onun qrupu nömrəsidir. 1, 2, 3, 4, 5, 6. Deməli, qrupu 6-dır, valent elektronu da 6-dır. Ümumi elektronları. Ümumi elektronu da artıq bu 3s2, 3p4. Bax, budur. Bayaqki ilə həmin quruluşdur. Deməli, 16-dır ümumidə. Yəni, oxşu saysaq, bu da 16-nı verəcək. 6 valent elektronları 6, 16-nın neçə faizini təşkil edir? Buradan alarıq, biz tam ədədlə alarıq. Bir dənə hesablayayım. 616-ya bölüm. Bölünsün 16. Deməli, buradan alırıq 37,5. 37,5. 84-cü sualı baxaq. Deməli, X, Y elementləri və neytronların sayı verilib. Bir də qısa elektron formulu. Birləşmə nisbi kütləsi müəyyən etmək üçün həm X-in, həm Y-in ayrılarını, yəni nisbi atom kütlələri müəyyən etməliyik. Deməli, X, neytronu ortada yazıram 7. Qısa elektron formulda 1s2, 2s2, 2p3 tam yazıram əvvəlində. Bu, deməli, 7-nin paylaşması. Deməli, proton da 7-dir. Onda ayrı olacaq 14. Eyni qaydada Y, neytronu ortaya yazıram 8. İndi 1s2, 2s2, 2p4 sonluğu ilə bitirsə, bu da 8-in paylaşması. Deməli, proton 8-dir, kütlə 16 verəcək. İndi bunların formulunu verib bizə nisbi molekul kütləsini hesablamalıyıq. Yəni, Mr, X2, Y3 bərabərdir, hesablayaq. X 14-dür, vururuq 2-yə 28 plus. Y-də 16-nı 3-ə vururuq. 48. Cəmi də eləyəcək. Deməli, 76. Deməli, 84-də cavab 76 oldu. Eyni qaydada indi 85-ə baxaq. Deməli, X olacaq, neytron 16. Qısa elektron formulu axırı 3p4 ilə bitirsə, 3s2, bura qədər də 10-dur. 16-nın paylaşmasıdır. Kütlə olacaq 32. Y 8-dir, deməli, neytron 8-dir. Bu da 2p4 ilə veribsə, 1s2, 2s2, 2p4, bu da 8-in paylaşması. Protonda 8-dir, kütlədə 16-dır. İndi Mr, X, Y2. 32 plus Y-də 16-dır. 2-yə vuranda yenə 32. Bərabərdir 64-də. 85-dir, cavabımız 64 oldu. 86-cı sual. X, 2 müsbət ionda 24 elektron olarsa, yazaq elektronun sağ tərəfinə. Onu protonla müəyyən edək. Deməli, proton 26 olub ki, X-in verəndə 24 qalıb. İndi neçə cütləşməmiş elektron var? 26-nı paylaşdırıq. Sonu 4s2, 3s6 ilə bitəcək. D-ni də çəkib göstərsək, D-nin 5 dənə xanası var. 1, 2, 3, 4, 5, 6. Gördüyümüz kimi burada 4 dənə cütləşməmiş elektron var. Deməli, cavabımız olacaq 4. 87-ci suala baxaq. İyonlar Z müsbət, T2 mənfi, elektron sayıları X8 eynidir. Deməli, yazırıq Z müsbət, T2 mənfi. Protonların bir dənə qoyaq, X plus Y. Bu da Y plus 15. Bunların elektronların sayı X-dir hər ikisinin. X, bu da X. Deməli, buradan artıq biz gördük ki, Z-ə bir dənə diqqətlə baxın. Yəni, Z-in elektronu müəyyən eləmək üçün protonundan, yəni X plus Y cəmindən üstün yükün, yəni 1-i çıxsaq, bu X alarıq. Buradan da Y bərabər olur 1-ə. Y 1, bax, burada 1 imiş ki, üstündə 1-in çıxanda X qalıbdır. Deməli, Y 1-dir. Y 1 isə gətirək aşağıda qoyaq yerinə. Y plus 15 yazılmayıb bura. Bax, burada Y-in yerinə 1 qoyanda olacaq 16. Silirəm, bura 16 yazıram. Bu da 16-dırsa, X nəyə bərabər olacaq? 16-nın üstündəki gəlində.
18. Deyir, Z-in sıra nömrəsini müəyyən edin. Z-in sıra nömrəsi də x-lə y-in cəmidir axı. Yəni 18 ilə 1-in cəmi. Eləyəcək necə? 19. 19. Deməli Z-in sıra nömrəsi olacaq 19. 88-ci sual. Yenə eyni bir sualdır. Deməli Z 3 müsbət, elektronu x, proton x plus y, T mənfi elektron x, proton y plus 6. Yenə Z-də görürük ki, üstündə 3 müsbət. Yəni 3-ün verəndən sonra x qalıbsa, elə y 3-üymüş. Yəni x plus y-dən 3-ün çıxanda x qalıbsa, y bərabərdir 3-ə. Deməli y 3-dürsə, aşağıda yerinə qoyuram. T, y plus 6 var. Orada y yeni 3 qoyanda olacaq 9. T'nin sıra nömrəsi 9 oldu. Onda üstü də mənfi yüklənibsə elektronu olacaq 10. X-in qiyməti 10. İndi Z-də bu x plus y. Burada qoyuruq yenə. X 10-dur, y də 3-dür. Deməli, cəmi də olacaq 13. 13. Deməli, 88-də cavabımız oldu 13. 89-a keçək. Əsas yarımqrup elementləri x, y, xarici elektron təbəqəsinin elektron sayı. Deməli, x-in qısa elektron formu 3s üstü 1 belə bitir. Yəni 11-ci elementdir. Y-də 3s üstü 2, 3p üstü 5 şəklində bitir. Yəni 17-ci elementdir. Qruplarını da müəyyən edəsək. 1-ci A yarımqrupu, 7-ci A yarımqrupu. İndi x və y elementlərdən əmələ gələn birləşmə deyəndə, yəni ona görə qruplarını qeyd elədim ki, biz bunun qrupunu bilək ki, formunu birləşdirməyi də bilək də, yəni indekslərini bilək. Deməli, yazıram x, y. X əgər qrupu 1-dirsə, solda durubsa müsbət 1, y-də 7-ci qrupsa, 7-dən 8-in çıxırıq, mənfi 1, minimum göstərir də. Formula olacaq elə x, y. X, y, indi bunun 1 molunda neçə mol elektron var? İndi elektron deyəndə, yəni molekulda elektron hesablayanda elə proton sıra nömrəyini hesablayırıq da. X-də 11-dir, indeksində rəqəm yoxdur, elə 11. Y-də də 17-dir, yenə rəqəm olsa vururuq. Yoxdur, elə 17. Cəmi də eləyəcək 28. Deməli, 28 elektron var. 89-cu sualda cavab 28 elədi. 90-cı suala keçək. X 23 atom valent elektronların sayı, valent elektronlarının neçə faizi, daha doğrusu xarici elektron təbəqəsində yerləşir. Məsələn, 23-ü paylaşdıraq ilk öncə. Sonu 4s üstü 2, 3d üstü 3 olacaq. Deməli, bax, xarici təbəqə, xətt çəkirəm. Yəni, xarici təbəqə 4s üstü 2 elektron var da. Deyir, valent elektronlarının neçə faizi? Valent elektronu, valent elektron. 3 ilə 2-ci cəmi 5-dir. Xarici təbəqədə 2 elektron var. İndi demək istəyir ki, valent elektronlarının neçə faizi xarici elektron təbəqəsində yerləşir? Valent elektronu deməli 5-dir. Bu 5-in ikisi xarici təbəqədə yerləşir. Yəni 2 5-in neçə faizini təşkil edir? 2-ni bölürük 5-ə, vururuq 100-ə. Bu da eləyəcək deməli 40%. 40%-ni təşkil edir. 91-ci sual. 4-cü dövrdə yerləşən elementin həyəcanlanmamış halda P elektronların sayı D elektronların sayından 4 dəfə çoxdursa, bu element atomun proton sayını müəyyən edin. Deməli, 1s üstü 2. 4-cü dövrdə yerləşən və D elektrondan da söhbət gedirsə, deməli, burada D də var. Ora qədər düzürük. 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 4s-də yazıram, 3d-də. Amma bunların üstü hələ bilinmir. Amma fakt burada P-nin sayını deyə bilərik ki, P-miz 12-dir. 12P var. Bizə deyir, P elektronların sayı D elektron sayından 4 dəfə çoxdursa. Deməli, D də bundan 4 dəfə azdır. 12-ni böləcək 4-ə. 3 dənə də deməli D-si var. 3 dənə D-si var. D-nin üstünə yazıram 3. Onda S-in üstünə də 2 yazmalıyam. Çünki S üstü 1 olur. Dedim bəlkə S üstü 1 olar, məsələn, xromdan misdə. Amma D üstü 5 olur xromda, misdə də D üstü 10 olur. Bunlar deyilsə, deməli, S-in üstündə 2 yazmalıyıq. İndi deyir ki, bu element atomun proton sayını müəyyən edin. Proton sayını da müəyyən edəndə toplayacaq ümumi üstlərin. Bu da 23-ü verəcək. 23-cü elementdir. 92-ci suala baxaq. Deməli, x, y protonun verib. Birinci x-in protonun sayı 16-dır, iyonda elektron sayı B-dir. Deməli, yazaq ki, XO4 üstündə 2 mənfi. Proton sayını hesablayanda belə hesablayırıq da.
X-i götürürük X. Oksigen 8-i vuruq 4-ə 32. Üstündə iyonun 2 mənfi üstünə gələcək. Müsbət oluna çıxırıq. Üstündəkini də gəldi üstünə. Bərabərdir. Yox, proton deyirik, üzr sayın. Hələ protona gəlmir də, biz ona elektrona gəlirik. Çünki bizə protonu verib, mən birinci onun tənliyin qurmalıyam. Yəni x plus 32, protonu belə hesablayırıq. Bərabərdir 16. Yox, bu x-in protonudur. Bu ümum proton deyil. X-in protonudur. Onun x-in protonudursa, biz iyonda elektronun sayını hesablayanda, B-ni hesablayanda yazacağıq ki, x-də proton 16-dır. İndeksinə vururuq elə 16. Oksijində 8-dir. 4-ə vururuq 32. Üstündə də yükü mənfinin də üstünə gəlirik. Bu şəkildə hesablayırıq. Bu da eləyəcək 34, 16, 50. B-ni buradan 50 tapırıq. Belə, yəni bu proton sayı verib, X-in proton sayıdır. Mən əvvəlcə düşündüm ki, bu iyonun protonun sayıdır. Xeyr, demək X-in proton sayı 16-dır. Oksijində də 8-dir. Bunların ümumi elektronunu hesablayanda protonların indekslərinə vururuq. Üstün yükündə, yəni sonda nəzərə alırıq. Mənfisi üstünə gəlirik, müsbətsə çıxırıq. Cəmi elədi neçə? 50. B 50-dirsə aşağıda yerinə qoyanda 50-dən 10 çıxanda bu da eləyəcək 40. O da 40-dırsa, indi burada Y-in protonu bəlli deyil. Artıq yazırıq ki, 40 bərabərdir. Y-in protonu ilə n götürürük. Oksigen 8-dir, 3-ə vururuq. 24 plus 2. Bu şəkildə bir tənlik qururuq. Buradan n çıxacaq. 26, bu da eləyəcək neçə? 14. N-in qiyməti olacaq 14. Yenə deməli 93-cü sualda. Əvvəlcə deməli B-ni tapırıq. B bərabərdir. Ümumi elektron hesablayanda X-də proton 7-dir. Elə bir dənə X var. 7. Oksigen 8-i 3-ə vururuq. 24. İyonun yükündə üstünə gəlir biri. Bərabərdir. Deməli bu neçə eləyəcək? 24-dən 7, 31. Bu da 32. 32. B-nin qiyməti 32-dirsə aşağıda da B plus 8 olacaq 40. İndi digərində, burada da yazıram 40 bərabərdir. Y qoyucuda Y-in n yazırıq. Oksigen 8-i 3-ə vururuq 24. Üstünü də yükün üstünə gəlirik. Buradan n də tapanda, bir dəqiqə n bərabər olacaq 25. 40-dan da 25-in çıxanda 15. Deməli, burada da cavabımız olacaq 93-cü sualda 15. 94-cü sualda. X, A, 2 müsbət, bir də Y, B, 3 mənfi. Deyir, iyonların, elektronların cəmi 20-dir. Deməli, X-də elektron A-2, Y-də də B plus 3 yazarıq. Bu şəkildə ifadə qurarıq. Bunların elektronların cəmi 20-dir. Gəlin toplayaq. Yazaq A-2 plus B plus 3 bərabərdir 20-yə. Sadələşdirək. A plus B bərabər olacaq. Deməli, burada 1, 19-a. Deməli, 1 qalır, 20-dən 1-in 19. Bəli, bu şəkildə hələ ki saxlayaq. Sonra görək nə deyir bizə. Deyir, X-in protonlarının sayı Y3 müsbətin elektronların sayından 3 dəfə çox olarsa. Deməli, X-in protonu A-dır. Y3 müsbət. Y-in də axı, deməli, nə yazmışıq? Sıra nömrəsi B-dir də, həmin Y-dir. Bayaq 3 mənfi idi, indi başqa yolda. Amma sıra nömrə eynidir də, yenə B-dir. X-in protonu A-dır, Y-in də Y3 müsbətin elektronunda B-3-dür. İndi bu A, bu A. Bu B-3-dən bunun elektron sayından da, yəni 3 dəfə çox olarsa. Yəni A bərabərdir, A bərabərdir. B-3-dən 3 dəfə çox. 3 vurulsun, B-3. Yəni əgər X-in proton sayı Y3 müsbətin elektron sayına 3 dəfə çox olarsa, biz nə edəcəyik? Y3 müsbətin elektron sayını, yəni 3-ə vurub bərabərdir X-in proton sayına. İndi buradan da deməli, bayaqki tənliklə bu tənlik arasında bir əlaqə yaradaq. Deməli, burada A-nı bayaqki tənlikdə, üstdəki tənlikdə, bax, bir dəqiqə qırmızı ilə işarə eləyək. Bax, bu tənlikdə A-nın yerinə bu ifadəni qoya bilərik. Deməli, yazarıq ki, 3 vurul, mötərizəni də açıram. 3B-9 plus B bərabərdir 19-a. Yəni, o ifadədə A-nın yerinə mötərizəni də açdım. Yəni, bunun da qabağına bir dənə yazıram ki, 3B-9. 3B-9-u qoyduq. Plus B. Bu B-dir. İndi sonra 6 yoxşadacam bunu. Bu B-dir. İndi 3B ilə B-in cəmi 4B bərabərdir. 19-un üstünə də 9 gələndə 28. B də bərabər olacaq 7-yə. Deməli, bizdən də Y-in proton sayını soruşur. Y-in protonu elə B-dir də. Onda cavabımız olacaq elə 7. Belə, yəni tənliklərlə hesablayıraq. O şəkildə.
Sonra keçək 95-ci suala. 95-ci sualda yine eyni tipli bir sualdır. Deməli, burada da x, a, 2 mənfi, bir də y, b, 2 müsbət. Bax, burada a plus 2 elektron var, burada b minus 2 elektron var. Və elektronların cəmi 20-dir. Bax, a plus 2 ilə b minus 2-ni toplayırıq, cəmi 20-ni verəcək. Buradan a plus b bərabərdir, 2-lər gedir, elə 20-yə. İndi davamını da oxuyaq, bu qalsın belə. Bax, bundan istifadə edəcəyik. Bayaq kimi. İndi istifadə edəcəyik. Hələ davamını oxuyaq. Deyir, x-in protonlarının sayı, deməli, x-in protonu sadəcə elə A-dır, elə A olaraq qalır. Protonu A-dır da, y-in elektronlarının sayından. Y-in deyir. Bu dəfə y-in üstündə yük verməyib. Y-in sıra nömrəsi B-dir, elə elektronu da B olacaq. Yəni, sadəcə y yazdığına görə. Bayaq, məsəl üçün, iyon şəklində vermişdi, 3 mənfi, 3 müsbət. İndi, deməli, y şəklində verəndə bu olacaq, deməli, elə elektronu B. İndi bu deyir ki, x-in proton sayı, yəni A, y-in elektron sayı, yəni B-dən 1,5 dəfə az olarsa, onda A-nı 1,5-ə vursaq, B-yə bərabər olar, azdır da vuraq. Deməli, 1,5 A bərabərdir B-yə. Yəni, B bərabər 1,5 A. Belə yaza bilər. Yəni, y-inki də bundan 1,5 dəfə deməli çoxdur. İndi gəlin, üstdəki tənlikdə elə B-nin yerinə 1,5 A qoyaq. A plus 1,5 A bərabərdir 20-yə. Buradan 2,5 A bərabərdir 20-yə. A da bərabərdir. 225-ə böləcək. 8. A da olacaq, deməli 8. İndi bizdən y-in proton sayını deyir, hesablayın. Axı, y-inki B idi. B də bərabər 1,5 A, 1,5 vuruq 8-ə. Bu da eləyəcək 12. Bizdən soruşduğu y-inki olduğuna görə cavabımız oldu 12. X-inki soruşsaydı 8 olardı. 96-cı suala baxaq. Deməli, burada x, 3 müsbət, y mənfi. Elektronların sayı A. Hər ikisi A. Neutronların da veribdir. Və deyir, x-y3 birləşməsi molyar kütləsi 84-dür. Deməli, bunların bir dənə neutronlarını da ortada qeyd eləsək ki, A budur. A-da bu. Neutron, daha doğrusu elektronları A-da onu qeyd edir. Neutronları A plus 4 buna verib. A-da buna verib. Yəni, bunların protonlarının da bir dənə elektronun, iyonun üçün gördüyümüzə görə protonlarını da bir dənə müəyyən eləyək. Protonların x-in protonu olacaq. Axı, müsbət 3-dür. 3-ü çıxılandan sonra A qalıbsa, deməli, A plus 3 imiş protonu. 3 elektron verib, elektron qalıb A. Y-də isə 1-in alandan sonra A olubsa, A minus 1 imiş proton. Yəni, belə imiş ki, A minus 1 imiş ki, 1-in üstünə gələndə birlər gedib qalıb A. İndi bunların kütlələrini tapsaq, deməli, x-in ayrı 2A plus 7 olacaq, y-in ayrı 2A minus 1 olacaq. Hamısını bir A-la ifadə edərik də. İndi bizə emir x, y3-ü verib 84. Gəlin qoyaq. Yəni, bunların ayrılərin, o yuxarıda yazdığımız ifadələr ki var, onları indekslərini vurub toplayaq, 84-ə bərabər eləyək. Deməli, burada 2A plus 7, x indeksinə rəqəm yoxdur. Elə olacaq 2A plus 7 bunun kütləsidir. Y-inki 2A minus 1-dir, amma 3-ə vururuq. 6A minus 3 bərabərdir 84-ə. Buradan 8A bərabərdir 4, da 80. A da bərabərdir 10-a. Bizə deyir, x atom neutron sayını hesablayın. Deməli, baxaq, x-in neytronu, deməli, ortada A plus 4 daxı. Deməli, neutron A plus 4-dür. Bu da olacaq. A neçə tapmışdıq? 10. 10 plus 4 bərabərdir 14. Deməli, axırda cavabımız olacaq 14. 97-ci sual. Yenə həmin sualdandır. X2 müsbət, bu da Y mənfi. Elektronlar AA. Protonlarını bir dənə müəyyən eləyək. A deməli plus 2 olub ki, ikisini verəndə A qalıb. Bu da A minus 1 olub ki, birini alanda mənfi 1-lə 1 gedib A qalıb. Elektronları AA, deməli, bunları da qeyd elədik. Neutronlarını da ortaya yazaq. Bununki A plus 2-dir, bununki də A-dır. Kütlə də ayır da, yəni bunların protona neutron cəmidir. Bu olacaq 2A plus 4. Bu da olacaq 2A minus 1. İndi emir x, y2 bərabərdir 62-yə. Gəlin qoyaq yerinə. Deməli, x də 2A plus 4-dür.
İndeksində 1'a vuranda elə 2a plus 4. 2a plus 4. Cəmləyirik. Y-də isə 2a minus 1, amma y indeksində 2 var. 2'ye vururuq. Olacaq 4a minus 2. Bərabərdə 62. 6a, 2-də 60. A da olacaq 10. Nəyi soruşur bizdən? X atomu neytron sayını. X'in neytron sayı A plus 2 olduğuna görə A plus 2'dir. Deməli, bu A plus 2 olduğuna görə 10 plus 2. Cavabımız olacaq 12. Dəqiqə 12. Aha, deməli 97-ci soruda cavab olacaq 12. 98-ci suala keçək. Deməli, molekul verib, elektronların sayı verib. Gəlin deməli, buradan X-dən Y-in elektronların sıra nömrələrini tapaq. Deməli, X2O-da əgər elektron 10'dursa, 2X plus 8 tənlik qrup bərabərdə 10'a. 2X 2'yə, X də 1'ə. X tapdıq. Eyni qaydada Y-i də tapaq. Deməli, Y o 2. Burada elektron əgər 32 isə, Y plus, oksigen 8, 2, 16 bərabərdə 32, Y də bərabərdə 16. Y-i də tapdıq. İndi bunlardan əmələ gələn birləşmə. Bunların həm də əgər X 1'dirsə, deməli sıra nömrəsi 1'dir. 1S üstü 1. Birinci qrupdur. Hidrogendir bu arada. Y 16'nı paylaşdıranda 3S üstü 2, 3P üstü 4. 6-cı qrupdur. İndi deyir ki, bunların əmələ gətirdiyi birləşmə molekulunda. Deməli, X-lə Y qoyuruq yan-yana. X birinci qrupdur, müsbət 1. Y də 6-cı qrupsa sağ tərəfdə durub, onda isə 6-dan 8-ci çıxanda mənfi göstərir. Bu da olur X2Y. Deməli, formula olacaq X2Y. İndi burada elektron sayını tapanda bir-bir yenə sıra nömrələrin indekslərini vuruq. Deməli, X də 1'dir, X də 1'dir. Vuracaq 2'yə, olacaq 2 plus. Y də 16'dır. Cəmi olacaq 18. Deməli, 98-ci sualda cavabımız olacaq 18. Sonra keçək 99-cu suala. Deməli, əsas yarım qrup elementləridir X-lə Y. Xarici elektron təbəqəsindəki elektronun sayı isə, deməli, X əvvəlcə quraq. X-in qısa elektron formulu 4S üstü 2, 4P üstü 4. Bura qədər 18, 20, 30, 34-cü elementdir. Yəni, o şey əvvəlində yazsaq, 34-ün paylaşmasıdır. Sonra qrupun da bir dənə müəyyənəsi 6-cı qrupdur. 6-cı ayarım qrupu. Y-ə gələk. Y-də deməli 4S üstü 2, 4P 0'dır. Və əsas yarım qrup dediyinə görə, yəni burada D yoxdur da, deməli. Deməli, bunun D-si əvvəlində, məsələn, deyək ki, bəlkə 3D nəsə var, olsaydı, o əlavə olardı. Deməli, burada bu da 20-ci elementin paylaşması. 20 paylaşdıranda sonra 4S üstü 2 ilə bitir. Və indi qrupu da olacaq ikinci qrup. Yəni, X-lə Y-i birləşdirək, formula yazaq. X, Y. X deməli 6-cı qrupdur. Deməli, biz burada X-i neçə tapdıq? 6-cı qrup. 6-cı qrup isə sol tərəfdə duranda X elə müsbət 6 göstərəcək. Sağda duran element isə deməli, sağda duran element. Amma burada bilirsiniz necədir? Və burada birinci Y gələcək. Nəyə görə? Çünki Y metaldır. Y, burada yazıram. Y, metal. Metal. X isə qeyri-metal. Biz burada həmişə metalla qeyri-metalı birləşdirəndə solda metal durur, sağda qeyri-metal. Çünki ikinci qrupdur, metal, 20-ci element, kalsiyumdur. Deməli, Y solda, X-i sağda yazacaq. Y solda ikinci qrup, müsbət 2 göstərəcək, soldakı duran müsbət 2. Sağda duran isə 6-cı qrup, 6-dan 8-in çıxırıq, mənfi 2 göstərəcək. Onda indeks düşmür də, yəni 2'lər ixtisar gedir. Olur elə Y-X. İndi bir molekulda neçə elektron var? Y-də 20-dir elə, 20, indeksləri olsa vururuq da. X-də də 34'dür. Cəmi eləyəcək 54. Belə, yəni həmişə diqqətli olun. Elə X, Y ardarda verəndə elə bilməyin ki, ancaq elə birinci X-i qoymalısınız, sonra Y. Yəni birinci solda metal olmalıdır, sağda qeyri-metal olmalıdır. Ona diqqət verin, yəni. Qrupundan da bilirik də hansı metaldır, hansı qeyri-metaldır. X burada 6-cı qrupdur da, qeyri-metaldır. Sonra keçək 100-cü suala. Deməli, 100-cü sualda 100-cü sualda bizə veribdir X
3 müsbət, Y 2 mənfi. Elektronları AA. Protonları birinə B verib, digərinə C verib. Neutronları da birinə B verib, digərinə C verib. Onda kütləsi 2B, bunda kütləsi 2C eləyəcək. Ayrı-X çıxılsın, ayrı Y soruşur. Yəni 2B-dən 2C-ni çıxmalıyıq. Onun üçün B ilə C-ni bilməliyik. Deməli, burada bir əvəzləmə eləyə bilərik. Deməli, əvəzləməni belə eləyərik. Məsəl üçün, B-dən 3-ün çıxsaq, A-nı alarıq. Çünki A burada nəyə bərabərdir? Bir müsbət yüklənibdə çıxmalıyıq da B minus 3-ə. Yəni, burada elektron tapanda A-nı B-dən 3 çıxarıq. Yəni, B də bərabərdir A plus 3, belə deyək. Sonra burada da, məsəl üçün, A-nı tapmaq üçün C plus 2. Deməli, B-nin yerinə A plus 3 yazsaq. B-ni də A-nın. İndi buradan da bir dənə C-ni tapaq. C-ni də yerinə A minus 2 belə deyək də. Niyə? Çünki mənə B ilə C lazımdır. Mənə B, bir də C lazım. Niyə? Çünki mən 2B-dən 2C-ni çıxmaq istəyirəm. Ona görə B ilə C-nin hər ikisini elə bir A-nı ifadə elədik. İndi 2B yazsaq. İndi B A plus 3-dürsə, deməli 2B minus 2C bərabərdir. Yəni, onun ayrı 2B-dir, bununki də 2C-dir, çıxmalıyıq. 2B, indi buradan yazıram. 2-ni B-nin qiymətinə 2A plus 6 eləyəcək, vurdum. 2A plus 6. Çıxılsın mötərizədə. C də A minus 2-dirsə, 2-yə vuranda 2A minus 4 bərabərdir. 2A minus 4 deməli bərabərdir. Bu A-nı bir dənə yaxşı yazaq. 2A plus 6 mötərizəni götürsək, 2A plus 4 olacaq. 2A-lar gedəcək. 6 ilə də 4-ün cəmi eləyəcək 10. Belə. Deməli, bizdən bunların ayrı-X çıxalsın, ayrı-Y fərqini istədiyinə görə ayrı-X 2B idi, ayrı-Y də 2C idi. Mən həm B-ni, həm C-ni A-dan ifadə elədim ki, A-lar getsin, eyni bir hərfə getdikdə, eyni bir dəyişənə. Ona görə burada axırda yəni A-lar getdi, cavabımız oldu 10.